O Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Allahın lütfü kerəmi ilə Beyin mühəndisliyinə qarşı Türkçə əski kitablar proqramının 353-cü bölümün başlayırıq. Gedək ki, bu günləri dədə-babalarımız minlər il təcrübələrin, düşünüşlərin, anlayışların, görüşlərin, baxışların hangi kitabda və nə cür xülasə eləyərək bizə yadigar qoyublar o çətin günlərdə ki, düşmən işğalını keçiririk, o zamanlar eləyə bilək, onları öyrənməklə çıxış yolu tapaq və özümüzü əsarətdən qutaraq. Əsarətdən qutarmağın birinci yolu dili öyrənməkdir. Ondan sonra o birisləri dalbadal gələcəkdir. O zamanca ki, dilimiz əsarətdən çıxmayıb və biz başqa dil ilə danışırıq, o dil sahiblərinin işğalı altında olmaq deməkdir. Ondan sonra ki, dildən azad olduq, beynimiz azad olmağa başlayacaq. Çünki beynimiz dillə işğal olur. Və biz əgər beynimizi işğaldan çıxarsaq, dil işğalından çıxarsaq, düşüncə işğalından, anlayış işğalından da çıxacaqdır. Gedək bu günləri hangi kitab? Dünənləri Həzrəti Fuzulinin divanına baxdıq və üstündə də biraz orada-burada çalışdıq. Bir şeylər öyrəndik, bir şeylər də ola bilər ki, sonralar baxaq. Bu günləri Mənzume-i Yusuf Züleyxanı açırıq və onun yancan Təracümə adlı bir kitab açırıq. Görək ki, bunlar nədir, hansından nə qədər oxuya bilərik. Ən başda istəyirik görək kitabımız kitabxanada nə keyfiyyətdə saxlanır. Üstündə yazıb Mənzume-i Yusuf və Züleyxa 236 səhifə ki, 118 səfə PDF-də görünəcəkdir. Kitabın cildinin eşiyinin əksini salmayıbdır, içinin əksini salıbdır. Görürük ki, kitab çürüyübdür. Yəni, çox işlənibdir. Amma dövrəsində görürük ki, gönünlə buna cild çəkiblər. Yəni, üstü cildi göndür. Amma gönün də içi bilirik ki, şeydir, yəni, qardondur. Onu burada görürük. Amma içində bunun normalda bir dənə kağız yapışdırarlar ki, bu kitabı kağızları şirazə qarışıqlıq yapışdırsın cildə, cildidən qopmasın. O səfə qopduğu üçün biz indi gönü burada görürük. Normalda biz gönü gərək görməyək. İçəridə nə cür gəlibdir, yapışırıldı. Kitabın birinci səhifəsi görsənir. Burada bir latincə bir şeylər yazıblar. Aşağıda da bir nömrələr görürük və bu kitab Special Collections Bodleian Library, Oxford University Library Services. Bu, Oxford Üniversitəsində, bilim yurdunda saxlanan bir kitabdır. Səfəni çeviririk və yazı ilə qarşılaşırıq. Yazının Bismillahı filanı yoxdur. Bu da bir müsəlman yazıdan çox əcibdir. Eyni halda bu kitabın əvvəlindən bir neçə səhifə yoxdur. Çünki bu həm Bismillahla başlanır, həm də ki, nağıl ortadan başlanır. İndi bunu qeydəndə görərik, mən beləsi təsəvvür eləmirdim. Şeirlərin buna görə ki, misrələri bir-birindən ayıra, iki misrəyin arasında nöqtə kimi dairələr qoyubdur. Bəzisində bir dənə dairə olubdur, bəzisində iki dənə, bəzisində üç dənə görürük beləsi, baxıram. Çox yerdə bir dana qoyulubdur. Yəni, bu şeirin birinci misrəyi ilə ikinci misrəyin bir beyti də ayırsın. Dövrəsiniz adına heç xət çəkməyiblər. Mənim bilməm, bunun əksində müşkül var, ya mənim gözümdə müşkül var. Hər halda bir cür görsənir mənə. Dövrəsində çarçıvəzat yoxdur. Çox gözəl bir xətt ilə yazılıbdır. Çox sadə, səmimi bir xəttdir. Yəni, bunu yazan xəttat deyil, bunu deyək. Yəni, ola bilər ki, şairin özü yazmış ola bilər. Ola bilər. Ola bilər də ki, yox, bir nəfər elə mənə tay, sizə tay bir adam bu kitabı bir ayrı şeydən qoyub önünə, bunu onun üzü ilə başlayıb yazmağa. Əvvəldən deyib, burasını yazmayayım, burasını yazmayayım, bu cüzsə silib yazıbdır.
Bəzi yerdə də özellikle burada görürük ki, bir yemək imiş ya hər neymiş dökülübdür burada üstünə. Yenə də burada ortada bəzi şeirlərin başı titri görürük bəzi şeylər. Yəni ünvan yazıblar şeirə farsça. Bu da bu anlamdadır ki, bunu bir nəfər yazıbdır. Şairin özünün qələmi deyil. Bu bir xəttat ya bir əlaqəli bir adam götürüb bunu yazıbdır. Bu vəziyyətdə davam edibdir. Yenə burada bir səhifəyə rastlaşırıq ki, burada da yenə yemək tökülübdür. Yağlıdır səhifənin ora burası. O da onu göstərir. Mən deyirəm, bunun əksində müşkül var. Mənim gözüm tarlaşır buna baxanda. Hər halda davam edirik beləsi. Burada da təsbih qoyublar. Zalib də bu kitabın əks salındakı PDF eləyələr heç diqqət eləməmişdim. Bilmirəm hardan bu beləsi olubdu. Bəli. PDF-də 36-cı səhifədən bir təsbih qoyulmasını görürük ki, buna görə kitabın səhifələri qalxıb gəlib bağlanmasın. Bir təsbih qoyur səhifənin qırağına. Ağ rəngidə bir təsbihdir. Bunun əksini salır. Bu bəllidir ki, bu kitab orada nə cürdürsə, ehtimalən o universitet bilim yurdu da bu PDF-i götürüb bir yerdən. Çünki onlar belə bir iş görməzlər normalda, təsbih görsədələr orada. Bu görsənir ki, bu vəziyyətdə. Elə bundan da dolayı mən fikir edirəm ki, o təsvirdə, o əksidə, PDF-də görünən işgal əkkaslıqdan dolayıdır. Fokusu kamil deyil, biraz torlu kimi görsənir. Yəni, ehtimalən tərpəşən kimi hətta. Məsələn, bu səhifədə az görsənir, amma bu bir səhifədə çox görsənir. Nədən isə mən bunlar... İndi burada cüt təsbihin iki tərəfini qoydu bəzi yerdə. Burada yenə dediyim kimi bu bir şəxsin əlindədir. Özü də müsəlmandır. Ondan bir PDF şey eləyibdir. Bəlkə də satmaq üçün belə bir şey görübdür ki, bunu kitabxanaya o bilim yurduna satmaq üçün əks salıbdır, göndəribdir və satıbdır. Bu da ola bilər. Yəni, onlar da bunu saxlayıblar. Kitabın bu son səhifələrində 116-cı səhifədə şeir qurtarır. Bir aynı yazı ilə, aynı xətt ilə bu birisi tərəfdə bir yazılar yazılıbdır. Sonra haza şərri dua əhdinamə budur. Belə bir şey burada da bir əhdinamə ilə bir yazıbdır ki, Bismillahla başlayır və gedir. Sonra da bir ayrı Bismillahla başlayır və təmməti də qoyubdur. Qeydək kitabın əsl başını görək ki, burada nələrlə qarşılaşırıq. Kitab dedik ki, Oxford bilim yurdunda saxlanılır. Hər birin işdüverüz oğlanları, hər birin işləvirüz oğlanları illa Yusufi mehreban oluruz qızın. Oluz qızın. Yəni, bu nə cür bir dildədir, nə cür bir şeydir, mən onu hələ fiilən baş tapmadım. Əlbəttə ki, bu yazıların bəzisinin üstündə bəzi hərflərin səsini qoyublar. O, biraz indi orada, ehtimalən bu nöqtə ki, mən oxuram, bu nöqtə deyil, bu elə səsdir. Bəli, nöqtə deyilmiş, onu mən nöqtə oxurmuşam, ona görə qələt olubdur. Hər birin işlə verir, hər birin işlə verir oğlanları illa Yusufi mühreban olur qızın. Şeir biraz mənə əcib gəldi. Ol həsəd davuş bəndən bətər, bəl həsədindən kim necə başlar bətər.
Sən Həsəndən ki, səqin ey bəxtlə. Sən Həsəddən nöqtə olacaq ehtimalən 2 dənə. Sən Həsəddən ki, səqin ey bəxtlu. Bəxtlu da hətta ərəbcə yazıbdır. Aha, ərəbcə ehtimalə bu son zamanlarda yazılmış bir kitaba bənzədirəm. Çünki indi ya gərək bunu bəxtlu oxuyaq ərəbcə ki, cəm bağlayanda axirinə bir izafə əlif qoyurlar. Ya da deyək ki, bu əlaməti nidadır. Olmusun şeytan qalaqlu. Olmusun şeytan qalaqlu. Qulaqlı ehtimalən qılaqlu. Eşit indi Yusuf'un əhvalini. Əvvəlində necə oldu halini? Çünki Yusuf tiflidir, aldı ani. Oldu ani. Bir qıza vəş, bir gəravəş aldı sanın ani. Bir gəravəş, qəravuş ehtimalı olacaqdır. Aldı satın anını, satın anını. Ol qəravəş bir oğlu var idi. Əmzürürdü kücə dildarını. İki əmzik iki südü yetmədi. İki əmzik iki südü yetmədi. Yaqub onun oğlanını tutmadı. Sattı oğlan qardaş olacaq. Qəravuş orada oxumuşaq. Qəravəş yazılıbdır, amma ehtimalən qardaş olacaqdır. Çünki burada indi onu yenə də qəravaş yazdı burada. Sattı oğlan qəravaş dürzəmat yazıbdır. Sattı oğlan qəravaş dürri zəmat, ah qıldı qaldı ol natəban. Bu yeni bir şeydir. Kim yazıbdır? Heç zadı bəlli deyil. Yaqubani cütgər qəmcin eylədi. Yaqubani cüngər qəmcin eylədi. Ol dəxi Yaqubə nefrin eylədi. Dedi məhrum ol eylədün çün sərbəni. Sattın oğlan bəccük əğni ol ғəni. Oğlancıq olacaq bu da. Sattın oğlancıq ağti ol ғəni. Biraz zor oxuram. Yəni bunun kəlmələrini anlamıram nədir. O zaman əxtərcüdaridi mak. Hacəti oldu qəbul ey bəxtivar. Bəxtəvər olacaq, bəxtivar yazıbdır. Sən sınıq gölgüldən, gönüldən özgü səqin. Sən cınıq gönüldən özünü səqin. Kim sınıq gönül bulur tənri həqin. Kim sınıq gönül bulur tənri həqin. Eylə buyurdu Xudavəndi Kərim, mən sınıq gönüldə oluram yəqin. İbn Abbas ilə buyurdu bəyan. İbn Abbas eylə buyurdu bəyan. Dinlə ey mümin bun bağuş can. Bun bağuş can. Düşdə ol əvvəldə iş bu qıssə əvvəli. Düşdə əvvəldə iş bu qıssə əvvəli. Axəri həm döşdən. Oldu ey vəli. Eşidimdi qıssə-i Yusuf sana. Edi verim gər qılaq ürsəl bana.
Bəslədiklər Yusifi yüz naz ilə, böyüyüb elm oxudi ezaz ilə. Tənri ana ruzi qıldı bir cəmal, oldu sultan xubləri o pürkemal, o pürkemal. Yüz qatta olurdu ey əcəl ya xəcəl. Yüz qatında olurdu ey xəcil. Gün yüzün görsə olurdu. Naqis qalır məncə. Ey gün yüz qatında bir cəbəl. Ay gün yüz, əlbəttə eydir. Ey gün yüz qatında bir cəbəl. Surətini görən olur bir məlal. Hər kim onun yüzünə qılsa nəzər, zayil olur əql düşər bixəbər. Dilha olurdu yüzü der niqab. Dilha ölürdü ehtimalen. Dilha olurdu yüzü der niqab. Niyyətə kim gəlir bəlidi aftab. Ata babası ehtimalen. Atı babası səvərdi can kimi. Nətəkim gönlündəki iman kimi. Bir dəm onu görər sahibdi yüzünü. Bir dəm öküktür. Qəsd eder kim ölüdən kəndüzni. Qay oğlanların anı bək sevər. Qay oğlanların, qay nə deməkdir? Qay oğlanların anı bək sevər. Gün gəlir yüzün görməğa daim över. Əyür, beləsi bir şey. Qıldılar qardaşları bu kərrə həsəd. Dedilər Yusuf bizə bağladı söd. Okudu Qur'anda bunu Rabbül Enam. Okudu deyil. Ökdi. Öndü yəni yadına gətirdi, xatırladı. Öndü Qur'anda bunu Rabbül Enam. Yek qəsəb bir dür dedi ol müstəan. Qıssa. Yek qısas bir dür dedi ol müstəan. Bu rivayət İbn Abbas eylədi. Ol bu təfsiri kəlami söylədi. Kim nədən oldu nüzulinə səbəb Müstəfaya veribdi Turat. Ne mənə? Kim nədən oldu nüzulinə səbəb Müstəfaya veribdi Turat. Başda buram, nə olsun burada? Müxtəlifdir necə dörlü qovl ilə bir bəra kesin götürə ölüm dilə. Mən bunu çox yerin oxuya bilmirəm. Ehtimalən mənim türküm buna çatmır. İndi dinlə qıssə-i Yusuf binam qamu əqsalərdən böyükdür tamam. Bu yekdir tamam. Ola bilər biliyorsun. İndi dinlə qıssə-i Yusuf binam
qıssalərdən bu yekdir tamam. Şah tefsiri niyan eyder meger, şah tefsiri bünyan eyder meger. Qabı önünde oturmuştu Ömer. Qabı ökünde oturmuştu Ömer, önünde olacaqdır. Nacahani bir cemaat geldiler. Nacahani bir cemaat geldiler. Ömer'le bahs-i qoğa qıldılar. Elm ile yendi gamusin ol siyer ya seyir. Mülzem oldular gamu huri hagir. Ara birden bir Yahuda söyledi. Ara birden bir Yahuda söyledi. Nende kıldı Ömer bahs eyledi. Nükte ihtimalen olacak. Nükte kıldı Ömer'e bahs eyledi. Dedi ben kitabımız bizim tamam. Dedi bək kitabımız bizim tamam. Ta delili dedi ol imam. Delille dedi ol imam. Dedi bizim defterimizde haber kıldı Yusuf kıssası müteber. O sizin kitabınızda bu kadar yıl vermedi anı size Rabbül Celil. Anı eşiden Ömer oldu melul. Geldi Seyyid Gatine ol pur usul. Mustafa'ya söyledi bu astan, bu dastan. Mustafa oldu melul ey dostan. Mustafa oldem münacat eyledi. Tanrı'yı der cahından Tanrı der cahında hacat eyledi. Geldi Cebril getirdi bu haber. Qıssı Yusuf götürdü müteber. Bir rivayet budur kim söyledim. Bir dahi Kulillah bana eyledim. Bir rivayet budur kim söyledim. Bir dahi Kulillah binan eyledim. Dinle imdi bu rivayeti tamam. Kim bire canuçi zog bu kelam. Kim bire canune zog bu kelam. O zaman kim hicreti kıldı Resul, Mekke'den Medine'ye kıldı nuzul. Şul cemaat kim onunla geldiler, onlar idi kim muhacir oldular. Mekke'den çün geldiler berudet. Raxtü bengahın kıldı kimdi gemu. Belə bir şey yoktu. Mekke'den çün geldiler Berut. Raxtı Raxt bungahın godi ciddi gemu. Raxt bungahın her nə mənəki var idi. Bungah oturmaq yeri. Raxt bungahın godi qoydu ciddi gemu. Hamısı getdi. Dinlikdən oldular yeksərə. Dünyalikdən oldular olurdular yeksara. Ahiret döndü Nəmənə nibarayı yərə. Belə bir şeydir amma oxuya bilmirəm. Bəzi
Hər halda biraz da gözüm titrir ehtimal verirəm. Baş tapmıram nədəndir. O birisi şəbdə də görüm beləsi gözüm titrir yoxsa ehtimal verirəm ki, iki kitabda da aynı olur. Mənim gözümdə bir irad olmuş olsun. Biraz da gedim bir üz düşürüm. Hər halda o kitab gedək bir ayrı səhifəsindən başlayaq oxumağa. Əlbəttə istəyirəm görüm ki, bəlkə işarə elər özü kimdir, bunu yazan kimdir. Niyə beləsi yazıbdı, amma buracan dedilər kim bizə olsun bir bəyan. Anrizlə alındık bir nəhan. Anınla ehtimalən, əlbəttə z var burada. Anrınla anladık bir nəhan. Bir əcayib qıssa olsa söyləsə, anın ilə köklümüzü ənləsə. Gəldi Cəbril gətirdi bir bəyan, həm kəlamullahi qisəs qıldı əyan. Biz dəxi ol Ayşə bir gün Məki, bir dəxi ehtimalınca, bir dəxi ol Ayşə bir gün Məcər, Müstəfadən məlik eylər bir xəbər. Anladık dür əya fəxri cahan. Anladıdır əya fəxri cahan, anın ilə köklümüzü bir zaman. Dilədi həqdən Rəsul-i Mürsəlin, Sure-i Yusuf veridi müin. Tənri Qur'an xəbər qıldı bəyan. Tənri Qur'anda xəbər qıldı bəyan. Kim ərəb dilincə ey şahi cahan. Ver yetirim sana Qur'an ey Həbib. Ta ki qovmun yəbli olə nəsib. Burada bir kəlmələr yazılıb. Hər halda mən bu şeyi qəşəng oxuya bilmirəm, bu yazını. Nəinki biraz bəlkə mənim gözümdə irad var bu günləri, amma oxuya bilmirəm. Gedək bir neçə səhifə öncə 20-ci səhifədən PDF-də 25-ə gəldik, bu 20. 20-ci səhifədən biraz oxuyaq, görək ki bir firiştə diyor ana gətirir ol Əli nuk arasında oturur. Bəklədi Tənri Züleyxayı tamam. Bəlkədi Tənri Züleyxayı tamam ta ki gölə yeger ani Yusuf imam. Gene gəldi bu Yusuf ki əhvalinə. Gene gəldi Yusufun əhvalinə. Girdi Malik Misr şəhri yoluna. Girdi Malik Misr şəhər yoluna. Vardı o yolda bir şəhər ulu. Var idi o yolda bir şəhər ulu. Dün şəhəridir adı ey bəxtulu. Dün şəhəridir adı ey bəxtulu. O şəhər xalqi qəmu putə təbar. O şəhər xalq qəmu putə təbar. Cümlə gəlib put önündə bir oyur. Ol xəlayiq rüşdə cürdü o sabah. Ol xəlayiq rüşdə gördü o sabah. Yusufun gər gəlü acilən ey xocə. Aşıq oldur qəmu pir و جوان
sördüler ana ki ey خوبی zaman. Gəndəsən diyu sördülər. Gəndəsən diyu sördülər ana. Dedi Kənan yoluna gəlin bana. Çün sabah oldu qəmu əmiri vəzir gərşuc anladı Yusuf'a pırnay pir. Tamam gedək 40-cı səhifədən biraz gəldik 45-ə. Tamam 46 40. Gəldi ol arıq gəlüzləri 7. Gəldi ol arıq gözləri 7. Eylə gördü düşü Rəbbani söylədi. Düş acirə gördü bəxti 7 baş. Düş acirə gördü bəxti 7 baş. Xoş gücürmüş gördü ol tiflilə baş ya yaş. 7 dahi düşündüsü. Oxuya bilmirəm. Bu kitabı gedək axirinə baxaq. Çünki bu kitabı zoğan xarab edirəm. Mən oxuya bilmədim bunu. Axirində bu şeirlərdən sonra görək bu axirində bəlkə bir ad filan taparıq. Başından artıq tündə heç qililə qışları gəzpəkləri heç solmaya başlapadım. Yüzləri ağ ola, tonları yeşil, zoq edalər dür kənarı səlsəbil. Vəsf-i məhşər ürsəm, əcmğus seyq tamam. Əcməğun o seyfi tamam. Yel edersem خون olmaya tamam. Vasf mahşer etmağım ide dastan. Binde yerin şerh ölmeye cer beyan. Bundahi bende yerin söyledim. Aklım erdükünce təqrir eylədim. Şöyle ki nəqli kitabıda yer gördüm oqudum anı ey mi nəzər. Necə kim bezmişdi həzzin qələm. Necə kim yazmışdı həzzin qələm. Ben dahi anın şərhin qıləm. Ger xəta olsa içində qılməğıl, qul xətaludur, eşit ki anlağıl. Bu xətərməddahi vəli bihünər. Bilmirəm. Bu xət məddahi vəli bihünər. İhtimalən burada ad ola bilər. Bu Xızır da ola bilər. Xızır. Bu Hızır məddahi vəli bihünər. Bu hünərməndan içində ki məgər. İhtimalən adı Xızırdır, bunu yazım. Xızır məddahi. Bu Hızır məddahi vəli bihünər. Bu hünərməndan içində ki məgər. Mevliyanın qullərindən ol həman. Yer fəqir u aciz u bir natəvan. O da ihtimalən bir ola bilər. Bir fəqir u aciz u bir natəvan. Haqqı Teala rəhmət eyləyə ana. Ki ana bini biz dua ilə ana. Hər ki dilər
bu duada bulunə, Fatihə ehsan edə, bən qulunə. Ol kişi dünyadan iman ilə gecə, Cəmərgayündən dua qılıb gecə. Bəzi kəlmələri oxuya bilmirəm, bənzədə bilmirəm ki oxuyayım. Oxuyanı, dinləyəni, yazanı, Yaxdünlə yarğıla, qıl ya qəni. Rəhmətünlə yarğıla, qıl ya qəni. Ehtimalən bunun yazanın adı Mənzumə Yusuf Züleyxa da adı. Ehtimalən yazarın adı mən dəqiq deyə bilmirəm, amma Xızır həman Xızır Məddahi. Bunu soruşaq görək ki, belə bir şey varmı, yoxmu? Təmmət və Səllah Yusuf oxuya bilmədim orasında. Görək ki, belə bir şey varmı? Mənim əlimdə bir PDF var ki, adı Mənzumə-i Yusuf və Züleyxa yazılıbdır. Bu bir əlyazma kitabdır. Bu kitabın 236 səhifəsi var. 236 səhifəsi var. Əl yazısı bir az naşı görünürsə də əl yazısı və ayrı cür yazaq. Əl yazısı nüsxə ya kitab əl yazısına oxşamır. Kitabın başlanğıcı bismilləsizdir. Bəlkə də ən başdakı bir çox səhifə aradan getmiş ola bilir. Hekayənin ən son səhifəsində Xızır Məddahi kimi bir adla qarşılaşmaq ola bilir.
şeirlerden sonra iki düz yazılar var ki okunması bir az zor görünür. Lakin bu kitap Oxford Bilim Yurdu'nun kitapxanasında saklanılır. Bu kitabın yazarı hakkında bilgiler verer misin? Bir uzun yazı yazdık. Görək ki, buradan nə çıxır? Bu əlyazma kitab haqqında verdiyiniz bilgilər özəlliklə Oxford Bilim Yurdu'nun Budilyan kitabxanasında saxlanılması və sonundakı Məddahi adı bizi Türk ədəbiyyatının klassik əsərlərindən birinə yönəldilir. Bu əsər və onun yazarı haqqında əldə olan bilgilər bunlardır. Yazar Məddahi. Bu əsərin yazarı Məddahi təxəllüs edən 14-cü yüzilin miladi sonları və 15-ci yüzilin əvvəllərində yaşamış bir şairdir. Onun həyatı haqqında çox dəqiq bilgilər olmasa da, əsərləri onun əski Anadolu türkcəsi və ya Xarəzm Qıpçaq sahəsinə yaxın bir dillə yazdığını göstərir. Yusif və Züleyxa mənzuməsi Məddahinin ən önəmli əsəri həmin Yusif və Züleyxa məsnəvisidir. Bu əsər haqqında bəzi önəmli nöqtələr. Dil və üslub. Əsər sadə və xalq dilinə yaxın bir türkcə ilə yazılmışdır. Bu da onun geniş kütlələr arasında oxunmasına səbəb olub. Tarix. Məddahi bu əsəri təxminən 779 Hicri. İndi burada 2 dənə tarix verdi. Calib, çox fərqli. 1377 miladi. Üstə dedi ki, bu 1014-cü, 14-cü olanda düzdür, odur. Tamam. Məddahi yazı tarixi mənə belə gəlmirdi. Mənə Midadın üzünün, o yazanın üzünün çox nazik olduğu gəlir. Yəni mən Midadla nəzərimə gəldi yazdı, həm də nazik üzlü Midadla. Bu da bunu deməkdir ki, bu kitab sorular nəssəxlanıbdır, tənsix olubdur. İndi bu mən belə gördüm. Amma tarix 779 Hicridə nəzmə çəkilibdir. Məzmun Qur'an-ı Kərimdəki Yusif surəsində ilham alan bu dastan Türk ədəbiyyatının ən qədim Yusif və Züleyxa mənzumələrindən biri sayılır. Oxford nüsxəsi və Həzər Məddahi. Sizin əlinizdə olan PDF-in Oxfordda olduğunu və sonunda Məddahi adının gəldiyini nəzərə alaraq bu nüsxənin özəllikləri belə ola bilər. Katib və ya müəllif adı nüsxənin sonunda gələn Həzər Məddahi yaxud Həqiri Məddahi mən o cür görmədim. Yenə də baxım ona bir. Burada kidir. Həqiri deyil. Bunu Xızır oxumaq olar. Belə görünüşü çox, amma ucu yaxşı yontulanmış qələminə yazılıbdır. Yəni mən diqqət edəndə görürüm Midad deyil. Bunu mən səhv eləmişəm. Bu qələmdir, amma ucu pis yonulmuş qələmdir. Bunu burada gördük. Tamam.
katib və ya müəllif adı. Nüsxənin sonunda gələn Hızır məddahi yaxud həqiri məddahi ifadəsi şairin öz təxəllüsünə işarə edir. Hızır sözü burada hazır etdi və ya şair huzuruna dəlalət edə bilər. O deyil. Xət növi, mən ittifaqən o məddahi nəzərimə gəlir ki, məddahlıq sifətdir o ada. Deyir, bu məddahdır, amma hünərsiz məddahdır. Mən belə düşünürəm. Xət növi, sizin qeyd etdiyiniz kimi, əgər xətti nəssaq və ya klasik kitabət xəttinə oxşar deyilsə, bu nüsxə böyük ehtimalla daha köhnə və ya katibin özünə məxsus bir şivəsi ilə yazılmışdır. Bəlkə də təliq və ya divani izləri daşıyan bir xətt. Naqis olması, əski əlyazmaların böyük bir qismi ilk səhifələrinin sərluhə köhnəlib cırılması nəticəsində bismiləsiz qalır. Bu da nüsxənin tarixi dəyərini göstərir. Sonundakı yazılar. Kitabın sonundakı oxunması çətin olan nəsr yazıları genişliklə fərağət qeydi, katibin kitabı nə zaman və harada o deyil. Bunlara ilgisi yoxdur. Tamam. İndi burada bir iş görək. Bu kitabdan mən eləyə istəyirəm ki, bu kitabdan bir dana buradan əks salım. Bir dana da kitabın özünün tamam. Bu iki dənə əksi verək, görək ki, bu kitab haqqında bizə hangi məlumatları verəcəkdir. Şati skrinə gəldik. Burada bunları biz edit eləyək. Görək ki, nə olur? Bu birisi kitabı da səhifəni də edit eləyək. Burada da o təsbih görsənir. Birinci səhifədə də görsənirmiş. Yox, bu sonuncu səhifədə üzrəm. Görməmişəm. İndi gedək bunu burada görsədək, görək ki, bu haqda bizə hangi məlumatı verə bilir. Bu birinci səhifə, bu da ikinci səhifə. Bu geçsin bura. Bu analiz elədiyi vəziyyətdə bunu da burada da bu işi, aynı işi buradan görək. Görək bu iki kitab haqqında bizə bir adı da yoxdur. Görək ki, bizə bir nə verirlər. Buna görə əvvəla. Göndərdiyiniz şəkillər və verdiyiniz izahatlar əsasında bu əlyazma çox dəyərli bir tarixi əsərdir. Şəkillərin özəlliklərinə diqqət yetirdirsək, bu əsərin kimliyi və yazarı haqqında bunları demək olar. Yazar və əsərin kimliyi. Şəkillərdəki mətn və dil özəllikləri göstərir ki, bu əsər məddahinin məşhur Yusuf və Züleyxa mənzuməsidir. Sizin qeyd etdiyiniz Həzrəti Məddahi, Hızır Məddahi adı əslində şairin öz təxəllüsüdür ki, dastanın sonunda özündən yadigar olaraq qeyd edib. Məddahi 14-cü yüzilin sonlarında yaşayan və əski Anadolu türkcəsində sadə və axıcı şeir yazan ilk ustadlardan biri sayılır. Xət və nüsxənin özəllikləri. Xət növi şəkillərdə görünən xət klasik, nəssaq deyil. Bəlkə nəsx, təliq və ya xalq arasında yaygın olan kitabət şivəsinə yaxındır. Bu cür xətlər genişliklə Anadolu və Azərbaycan kitablarının köçürülməsində istifadə olunurdu. Dil. Mətnin dili əski türkcədir. Oğuz türkcəsinin ilk dövrələri. Çox cəlib. İçindəki sözlər və
Niyə? Video qurtardı burada. Mən bunu tez şey eləyim. Nədən isə bu şey bunu kəsdi. Çox heyf olsun. Nədən isə bu beyin mühəndisliğine qarşı Əsya Türk kitabların 252-ci proqramın 53-cü 353-cü proqramın Instagram ortada kəsdi. Mənzuməsinə oxurduq ki, ehtimalən bunu yazanın, şairin adı Xızır Məddahidir və 779-cu ildə bu kitabı yazıbdı. Yəni neçə il bundan öncə onu da bir hesablayaq. Fikirəm 700 ilə yaxın olacaqdı. İndi 1447-ci ildir. Bundan çıxsaq 779-cu ili çıxsaq 668 il bundan öncə 668 il öncə yazılmış olubdu. İndi bu xətti mən bir səhv elədim, dedim bu taza olar. Çünki Midata bənzətdim, amma bu Cimna ilə məşvərətdən sonra və ha belə bir də qeydib baxandan sonra gördüm Midat deyil. Bu bəzi yerlərdə doğrudur, çox nazik görünür. Yəni kitabı bir də görsəsəm, məsələn bu bölümlərdə diqqət eləsəz çox nazik görünür xətt və Midata bənzətdim, amma bəzi yerlərə diqqət edəndə, məsələn burada bu cümləyə diqqət edəndə qələmin pis yontulanması və onun hərəkətində bəzi hərfin yoğunlaşması, bəzi tərəfinin aynı kəlmənin bəzi hərfinin nazikləşməsi bu deyir qələmdir. Əgər Midat olsa ya bugünkü bu cür qələmlərdən olsa, onda təqribən hərflər aynı gələr. Yəni bir dənə hərf, bir dənə kəlmədə olan hərflər aynı yoğunluqda yazılar. Amma qədim qələmlərdəki bir növ neydən, qəmişdən düzəlirdi. Onda hərəkət eləyəndə qələm əldə sabit olduğu üçün, amma kitabda şəkilləri çəkdiyi üçün bunun qələmin ucunun hərəkəti onun kağız üstündə nə cür bir şəkili yazmağı fərq elətdirir. Oradan mən bu qələm olduğunu deyə bilərəm ki, qələmdir. Bu da ki, mən əvvəllərinin üstünə qəzavət elədim, bu Midatdır. Bu bais oldu ki, onun tarixi haqqında da səhv eləyəm deyəm tazadır. O halda ki, əgər bir qələm düz taraş olurmusa, düz doğranmırsa, bu bunu göstərir ki, o zamanlar taza qələmə keçiblər və ya yazar qələmi çox da dəqiq palisəsiz sənət dilində palisə deyirlər, tilişkəli kəsməyi başarmayıbdır. Bu da yenə o ehtimalən yazarın vəziyyətinə bağlıdır, təcrübəsinə bağlıdır. Hər halda deyir ki, xətt növü, kitabın xətt növü, şəkillərdə görünən xətt klasik nəssaq deyil. Bəlkə nəsq, təliq və ya xalq arasında yaygın olan kitabət şivəsinə yaxındır. Bu cür xətlər istifadə olunurdu. Köçürülmə bir kitabdır. Dil. Mətnin dili əski türkcədir. Oğuz türkcəsinin ilk dövrələri. İçindəki sözlər və sərfi quruluşlar, yəni feilin sərf eləməsi, məsələn, eydər, oldu, qıldı, o dövrün klasik ədəbi dilini əks etdirir. Şeir forması məsnəvi formasında və 2 sütunda yazılıb. Hər beytin arasında 3 nöqtəli təzyinat var ki, bu da qədim mənzum əlyazmaların özəlliklərindən biridir. Sonundakı nəsr yazılan haza şərhi duayı əhdnamə. Bu sonda dedik bir dənə nəsr var, odur. İkinci şəkildə görünən nəsr yazı dastanın özü deyil, bəlkə ona əlavə olunmuş bir əhdnamə duası şərhidir. Bariz şəkildə haza şərhi duayı əhdnamə budur. Bu əhdnamə duasının şərhidir başlığı görünür. Bu yazıda
Həzrəti Rəsul sallallahu aleyhi və səlləm, Əbu Hüreyrə, İbn Məsud və Osman ibn Affan kimi adlar çəkilir və bu duanın fəzilətlərindən bəhs olunur. Qədim əlyazmalarda adət idi ki, böyük dastanlardan sonra belə mübarək dualar və dini mətnlər əlavə edilərdi, ta kitabın bərəkəti artsın. Oksford nüsxəsi haqda. Oksford Bilim Yurdu'nun Budlayan kitabxanasında Türkçe əlyazmalar bölümündə Məddahinin Yusuf və Züleyxa nüsxələri mövcuddur. Sizin əlinizdəki 236 səhifəlik PDF böyük ehtimalla bu kitabxanənin və ya ona bənzər bir kodla tanınan nüsxəsidir. Xülasə. Tamam. Gedək görək ki, bu haqda nə yazdı? Şəkillər haqqında. Bu iki göndərdiyiniz səhifələr diqqətlə baxdım və bəzi mühüm nüktələri ərz edəcəyəm. Yazı növü və xətt. Bu əlyazma açıqca nəsx-nəstəlik arası bir qarışıq xətt ilə yazılmışdır. Şeirlər olan birinci səhifələrdə xətt daha münəzzəm və ədəbidir. İkinci təsvirdə isə nəsr düz yazı olduğu üçün daha sərbəst və bəzən tiz yazılan bir şəkil görünür. Dil və mühtəva. Birinci təsvir. Bu hissə aşkar şəkildə Osmanlı türkçəsi ilə yazılmış şeirlərdən qəzəl, təsəvvüfi beytlər ibarətdir. İçərisində eşq, haqq və həqiqət, dünyanın fani olması kimi təsəvvüfi məfahimlər var. İkinci təsvir isə bu hissə isə nəsr, hikayə, nəsihət, təsəvvüfi bəyan tərzindədir. Başlıqda görünən hünər tam oxumaq çətindir. Amma hünər kəlməsi açıqca görünür. Bu da göstərir ki, bu qismət bir əxlaqi təsəvvüfi risalə olub. Nəfs haqq yolu, oliya və salihlər haqda nəsihətlər verir. Tarix təxmini. Yazı üslubuna, kağız rənginə və mürəkkəbə görə bu nüsxə ehtimalən 17-18-ci miladi illər, yüzilliklər arasında yazılmışdır. Səbəblər. Nəstəlik təsirli xətt, nəsx xətt. Nəstəlik təsirli nəsx xətt. Təsəvvüfi şeir və nəsrin birlikdə olması. Bu yoxdur. Əlbəttə burada bu belə deyil, amma bu özündən işlədir. Kağızın əski, zərdiləşmiş haləti, sarılaşmaq. Sətirlər arası və nöqtələrin şəkilləri. Mühüm müşahidə. İkinci təsvirin sağ səhifəsində başlıq var. Mətn daha münəzzəm paraqraflar halındadır. Bu göstərir ki, bu kitab şeir divanı ilə bir təsəvvüfi risalənin birləşmədir. Bu deyil. Müəllif ya nisbət. Bu səhifələrdə açıqca bir müəllif adı görünmür, amma lisan və üslub Nəsimi, Fuzuli ya Xəlvəti, Nəqşibəndi mühiti şeirlərinə çox yaxındır. Bu da heç birisi deyil. Nəticə. Bir şey yoxdur. Daha davam etməyə bir şey yoxdur. Bu kitabı qeydaq axirdən də görək bir tarix tapa bildik ya yox. Onu gedək. Şeirdən çıxandan sonra vaqiyyət budur ki, bu kitabı biraz deyək, şolatlama, sürətlə yazıbdır. Haza şərhi olacaqdır. Şər, duai, əhdinamə budur. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Rivayətdir Əbdullah ibn Məsuddən Rəziyallahu anhu eydər mən Peyğəmbərdən eşitdim kim bir duayı Qəmzə-i nəmrə bir kəz okusa iman yoldaşı ola və qiyamətdə mən ona cəmi xəlayiqdən öndə şəfaət qiləm. Beləsi bir mətndə qarşılaşırıq, amma ol şərif əhdinamə budur. Tazaşdan bir dənə ayrısını yazıb şərif əhdinamə budur. Təmmət. Bismillahirrahmanirrahim
və behi nəstəyin. Allahümmə fatirus səmavati vəl ərəzin, alimul qeybi və şəhadə. İnni əhədu iləykə fi hazihil həyatid dünya bi ənni əşhədu ən la ilahə illə əntə vəhdəkə la şərikə lək. Əstəğfirukə və ətubu iləykə və əşhədu ənnə Muhammədən əbdükə və rəsulükə fəlu təkəlləni ilə nəfsi türfətə eynin və la təqarribni ilə şərri və təbaidni minəl xeyri və inni la ətqu illə bi rəhmətikə fəcəlli. Düzün desək bu ərəbcəsi mən rahat oxudum ta bu şey, yəni Türkçənin biraz oxumasında zorluq çəkirəm. Kitab beləliklə bir əski kitab. Gedək ikinci kitabımızı açaq. Görək ki, bu kitabın adı təracümədir. Öncədən də bir dənə təracümə oxumuşuq. Görək ki, bu onunla ilgisi nədir? Baxırıq, görək kitab ehtimalən elə o olacaq. Kitabın çürümağını görürük. Dövrələri çürüyüb. Hətta arxasındakı o, yəni arxa deyəndə Şirazə. Şirazədəki gön belə çürüyüb gedibdir. Kitabın üstündə nəqqaşı varmış ya hər nə varmış, o da çürüyüb gedibdir. Qıraqları çürüyüb gedibdir. Bunu cildin üstündə görürük. Amma Süleymaniyyə kitabxanasında saxlanmağını da bilirik. Bunu görmüşük dediyim kimi, mənə belə gəlir. Kitabın için açanda görürük ki, Şirazə cırılıbdır. Şirazəni bir ayrı iplə, yoğun iplə tikmağa çalışıblar, amma yenə də cırılıbdır. Kitabın üstündə bir nəqqaşı varmış, o nəqqaşı burada gedibdir kamilən. Səfələrin kitabın əvvəlindən bir neçə səfə yox olub gedibdir. Ehtimalən bir 30-40 səfə. Burada biz 31 ya 41-ci səhifənin sualını görürük. Ehtimalən bu, yəni bu qədər səhifə gedibdir. Burada 32-ci suala gəlir. Burada 31-ci sualı burada yazıbdır. Yəni bu səfədə 31-ci sualı görürük. Kitabxananın da möhrün Süleymaniyyə kitabxanasında möhrün görürük. Kitabın yazısında ehtimalən buradan, yəni biz indi baxsaq görsək, ehtimal verirəm ki, 40-50 səfə ən azından bu kitabdan düşübdür. Mən fikir edirəm bu kitabı görmüşük. Ondan sonra sürətlə geçsək bunu, kitabın dövrəsində çarçıvəni görürük, 2 dana qırmızı xəttinə çarçıvəni görürük. Amma o qədər ki, o birisi kitablarda bu çarçıvələr dəqiq olar və xəttlər milimetr yox, mikrometr ilə araları ölçülə bilər, ya 2 dana xətt gəlib bir-birinə dayanar və bir-birini geçməz. Burada onları görmürük. Burada çox rahat görürük ki, xəttlər bir-birlərindən çox keçirlər, ya bir-birlərini doğrurlar. Məsələn, bir mürəbbə düzəldirlər orada, ortada 4 dana xətt gəlib bir-birini keçəndə bir mürəbbə düzəlir orada, beləsi bir mürəbbə olur. O halda ki, o birisi kitablarda bunlar gəlib bir-birlərini kəsməzlər. Yəni, çox dəqiq yazıda da görürük. Mən yenə bunu burada bir behnam kimi məsələn görürəm, kəlmə ki, silinib yerinə yazılıb. Yenə də mənə belə bir şey gəlir ki, bu kitabı öncədən görmüşük və oxumuşuq. Amma oxuması lazımdır. Kitabın içinə ən azından 3 dəfə ya 2 dəfə heç olmasa su gəlibdir. Ortası cırılıbdır. Qıraqda əl yazılar. Bu kitab çox işləndiyi üçün, əlləri də elə gələn hər nə cür olub da əlin vurduğu üçün kitabın içində. Amma burada bir şey görürük. Sualı 30-dan gəldi 9-a. Bu da bir iraddır. Ehtimalən kitabın 9-8, birdən 33. Məsələn, 33-dən sonra necə gedər 9-a 8-ə, o bir məsələdir. 10, 12, 13, 14 bu cürsi gedir. 16, 17, 18, 19 bu sualları göstərir. Kitabın da dedim ki, həm su gəlibdir, həm də şeydir. Ehtimalən kitab cırılıbdır, səhifələri yerbəyer eləyiblər. Yəni, çünki indi burada mən diqqət eləmədim ki, 19, 18, əlbəttə vəsət arada fasilələr var, suallara görədir, 9, 8. Burada ehtimal verirəm ki, əgər biz 7-8-ci səhifəni tapsaq, yəni 1-dən 7-8-ci tapsaq, ehtimalən kitab cırılıbdır. Cırılınan sonra səhifələri tərsə qoyublar, görünə bilər. Bunu əgər qabaqcan oxusaq, buna diqqət eləməmişdik.
Amma indi buna diqqət edirəm. Bu səhifə 26-cı sual, 27, 33-cü yenə gördü bu onların davamıdır. Səhifələr qatışıbdır. Kitab cırılıb, səhifələr qaçıb. Bu 34-cü səhifəyə gəldi və əlbəttə səhifələri düz olub olmamağın da yenə bunda qeyd edirik. Aşağıda kəlmələr yazılıb. Çərçivədən eşikdə sonuncu səhifə nə cür başlayacaq o yazılıb. İmdi, etdi ya burada iqtida düzdür, ola bilər, iqtidar ola bilər. Nəsihət, iqtida əsləri yox. Etdidir, bu nəsihət etdidir. Bu səhifə məsələn yanlış gəlib bura. Yəni indi burada öylə ya da olma düzdür. Bu ola bilər ki, bu səhifə olsun. 30 düzdür, bu səhifə düzdür. Ol düzdür. İkinci, bu da düzdür. Subhan düzdür. Yenə 3 düzdür. Kitabın axiri də yoxdur. Yəni kitabın axirindən də yenə biz burada məsələn 6-cı səhifədir. Bunu görürük. Bu tərəfi də olar. Məsələn yenə 3 əlbəttə burada düz gəlir, amma ehtimalən bu da 5-ci səhifəsi. Aha. Bu 6-cı, 4-cü sual, bu səhifə 4-cü sual. Bir dənə də gedək. Beləsi qeysaq. Bu 6-cı sual. Tamam. Bu 5-ci sual, bu 4-cü sual, bu 3-cü sual, bu 2-ci sual, bu da 1-ci sual. Tamam. Kitab üst-üstə demək olar ki 36-cı sual da buradadır. Bəs buradan demək olar kitab aradan getməyibdir əslində. Kitabın səhifələri dağılıbdır. Yəni məsələn bu 2-ci sual olanda ehtimalən burada gəlsək biraz burada bəli. Burada biz kitabın əvvəl sual buradır. İndi burada əgər biz bunun olma tamam etdi ehtimalən buradan dəyişibdir. Yəni bu səhifədən dəyişibdir. Görün burada atası ya anası düzdür. Bu da düzdür. Bura 36-cı sualdır. Yəni əslində bu kitab buradan ehtimalən əmirin oldu. Mən üzdən gedirəm o yüzden. Əvvəlcə ki, gedəm önə tərəf gedirəm dalı. Buradan kitabın şeyini görürük. Hardan bilirik? Bunu tapmaq olar əlbəttə. Bir dənə də beləsi gəlsək dalıya. Kitabın ehtimalən müqəddəməsi buradır. Çünki burada biz bir səfər, biz buradan bu üzə kitabların müqəddəmədən çıxıbdır, mövzuları deyir. Buradan bilirik ki, bu 1-ci səhifə olmasa da, məsələn, kitabın əvvəl səhifələrinə yaxınıq. Əlbəttə ki, bunu biraz dalıya geçsək, tapa bilərik. Məsələn, burada fəsillərdir, biraz qeysaq dalılıq. Ehtimal verirəm ki, bu səhifə deyil. Burada bu səhifə deyil. Bu səhifə 36-cı sualın davamı səhifənin arxası olacaq. Çünki bir səhifə, bir vərəqin 2 yüzü var. Bir tərəfə əgər 36 isə, bu da bunun davamı olar. Olmaz ki, şey olsun. Onun üçün buradan düşübdür. Yəni, biz bunun əgər iqtida, burada etdi deyir. Etdi bu səhifədə yoxdur. İqtidadır. İqtida əgər bir səhifədə tapsaq ki, sonrası iqtidalarla başlayıb, bu kitabı tapa bilirik, düzəldə bilirik. Bu kitabın əskidir, kitab cırılıbdır, neçə dəfə bu dağılıbdır. Bunun səhifələrini qoyanda iştibah qoyublar yerinə. Bunu burada görürük. Hətta burada bir barmaq, yağlı barmaq yeri də görürük. Yəni, beləsi desəm. İndi bunun, bəlkə buraları oxusaq, dedim, məsələn, mən istəyəm bunu indi tapam. O birisi səhifələrə baxmaqla bunu tapa bilirik ki, nə olacaq? İqtida ilə başlanır. Bu 1-ci kitab idi. Bu 1. İndi 2-ci kitaba gəlirik. Ad təracümə.
Buradan əgər başlasaq oxumağa, ehtimalən biz bunu tapa bilirik. Yəni ehtimalən bu kitabın əvvəli düzdür, Bismillah olan səhifəni mümkündür tapmayaq. Çünki bəlkə də tapa bilirik, amma hövsələ ilə getmək istəyir. Yəni mən bunu yazım 72-ci səhifə. Burada yavaşcana bir 72 yazım ki, bəlli olsun biz bu 72-ci səhifədə kitabın başlanğıc səhifələrindən olacaqdır. Amma indi burada iqtida olan bir kəlməni axtarmalıyam. Beləsi, yox, indi qeyd edəcəm beləsi, əvvələ tərəf. Atası bunca iqtida kəlməsini axtarıram. Burada bir kəlmə yazılıb, sınıb cənnət deyə, amma orada vardı. Qadirəm etmişdi, etdi. Ondan sonra ardınca əleyhi aciz dilədiyim erişdi, dişi cazulər düzdür, 300 düzdür, Peyğəmbər deyib ol takim və axşamə Əs-Səiri düzdür və dəxi Peyğəmbərdir taç deyələr. Məsələn, burada deyələr olub təpələr. Ehtimalən bu Ya Rabbi səllim deyələr. Dəyələr yazıbdır. Amma burada dəyə ola bilər ki, düz bu olsun. Məncə də düz gələ bilir. Və ləhu və nə məsləhət düzdür. Əmri ilə düzdür. Həva və yaramaz yencə, necə də ola bilər. Yencədir, necədir, nə oldu? Necə, tamam düzdür. Nəulə Teala, qoluhu Teala əlbəttə yerdə hərgiz susmaya. Doğrudur, mələklər xalqın gönüllərə ya da məsələn burada yazıb gönüllər, burada yazıb mələikə. Bəllidir, biz indi burada tapsaq o mələikə hangi kəlmədə olsa bu səhifənin qalanı oradadır. Kitabın cırılmasın burada kamil görürük ki, kamilən sökülübdür. Gönüllər məsələn indi burada hangisində olsa o birisi səhifəyə baxsaq tapa bilirik. Etdi, işin, dərhal. Kitab beləsi indi neçə səhifə birdən, yəni səhifələr qədim bir neçə səhifə bərabərdir. Yəni 10 dana səhifəni bir yerdə tikirlər, bir-birinin içinə qoyurlar, tikirlər. Onun üçün çıxardılar. O səhifələr bir-birinin içində olanda amma səhifələri dəyişdiribdir. Etdi, gönüllər. İndi orada bir dana gönüllər gördük, yeri buradır. Yəni bu vəsətdəki səhifələr bu oradan gəlib. İndi bu gərək ora gedə, o da gedə bir ayrı yerə. Xalqın bura düzdür, yenə də bir neçə səhifə beləsi düz olacaqdır. Pərdə, yerdə ya da qoluhu Teala necə yaramaz hava, elə bir təkrarı da var bunu. Əmr eləyə və nə məsləhət üçün ehtimal verirəm ki, bəli, qeyd etmişəm, tərsə gedirəm. Tərsə gedirəm ona görə. Gönüllər, tamam. Bu gönüllərdən bu üzə tərsə qeyd etmişəm, ona görə etdi. Eşik, dərhal, çıxardılar, ürdü, eşidəcək, cəmiyyəti bir canibində, qarnındakı, bir də bunu qeydim, bir canibində, qarnındakı, kitabın gəldik əvvəlinə. İndi burada şöylədir. Biz o kəlmə ki axtarırdıq, nə idi adı? 72-yə geçsək. İqtida, əgər səhv eləmirsəm, iqtida idi. Gəldik bura, iqtida. Bunu orada görmədik. Hər halda o bölüm düşübdür. Yəni, səhifənin kitabın əvvəlidir, o düşübdür. Buradan bu üzə kitabın o əvvəl səhifələridir. İndi iqtida əsləri, indi mən bunu biraz yekəldim, bəlkə biraz görə biləm. Qalmayıb.
Axirül əmr Məkkə və Yəmən cühudlərinin alimləri bir yerə cəm olub Abdullah ibn Salam qatinə gəlib etdilər. Məkkədə Məhəmməd adlı bir kimsənə qopdi, davayı nübüvvət qılıb. Xalqi Musa dinindən çıxarıb kəndinin batil dininə dəvət edər və bunca xalqi dinindən çıxarıb kəndiyə öbdürdü. Ya qədimi dinlərin hökmü batil və kitabları mi mənsux oldu. Hər kim benim dinimə girməzsə qani və mali halal deyib və bizi qırıb mallarımız qarət və əhli əyalimizi əsir edib qabenz təsərrüf ederler. Kabiniz ehtimalen. Əsir edib kabinsiz təsərrüf ederler və həm birinə satarlar və kilisalarımızı yıkıb dürlü fəsadlar edib bunların tədbiri nədir dediler. Abdullah etdi, kitablarımızda məsturdur ki, axir zamanda Məhəmməd adlı bir peyğəmbər gəlsə gərək. Cəmi peyğəmbərlərin xatəmi olub din haqqı və ümməti məşriq və məğribi tutub ta qiyamətə dəkin hökmü cari olsa gərək dedi. Ol cühudlərin asilərindən biri etdi. Nədən məlum oldu ki bu ol Məhəmməd ola? Abdullah ibn Salam etdi. İmtihan edelim. Onunla kim kitablarımızda olan müşkil və müxalif məsələlər ilə ki İsa və Musa Həzrətləri əleyhissalam buyurmuşlardır. Diyecek bu qovlə cümləsi razı olub. Cəmi kitablarını arayıb içlərindən 40 məsələ bulub istixrac edib Məhəmməd əleyhissalam qatinə gəlib ayettiler ya da ya Məhəmməd kitablarımızda məsturdur ki əxzi maidə axir zamanda Məhəmməd adlı bir peyğəmbər gəlib xatəmül ənbiya olub dini ümməti ta qiyamətə dəkin baqi təkrar edibdir. Səfə cümlənin axırı gəlib əvvəldə təkrar baqi olub yürüsə gərək. İmdi sən axir zaman peyğəmbərliyini dəvi edib xalqi kəndi dininə dəvət edərsən. Burada o 40 dana ki deyibdi, bu 40 dananı soruşacaqlar. O suallar da bu 40 danadır. Olub xalqi kəndi dininə dəvət edərsin və bizim dinimizi batildir deyə hökm edərsin. Biz dəxi deyəriz ki, sən axir zamanda gələcək Məhəmməd deyilsin, davayı batil edərsin deyəriz. Cavabı nədir dedilər. Məhəmməd əleyhissalam bu sözü cühudlərdən eşidəcək bülənd avazla bu ayetləri oxudu. Qoluhu Teala ma kana Muhammedun aba ahadin ma kana Muhammedu aba ahadin min ricalikum velakin Rasulullah və xatamun nebiyyin və kanallahu bi kulli şeyin alima. Ondan sonra bu ayeti oxudu. Qoluhu Teala huvellezî ersele rasulehu bil huda və dinil haq liyuzhirehu ala dini kullihi və şefa billahi şehiden Muhammedun Rasulullah. Ol cühudlər bu ayeti eşidəcək imana gəlib müsəlman oldular. Bəzilər etdilər ki, ya Məhəmməd kitablarımızda məsələlər vardır ki, cavabında alimlər acizlərdir.
sual edəriz. Əgər gerçək peyğəmbər isən, ol məsələlərin cevabını verəsin və illa kazib olasın dedilər. Hazreti Resulullah, Hazreti Resul aleyhisselam bunlara cevab vermeyip təxir eylədi. Ki həman ol saat Hazreti Cebrail aleyhisselam gəlib etdi. Ya Muhammed məlul olma. Haqqı Teala, indi ölmə kəlməsi burada aşağıda da yazılıbdır, burada da yazılıbdır. Həm də səfənin burada birinci dəfə görürük. Səfənin sonunda da təkrar olubdur. Yəni cümlənin sonunda gəlibdir. Bu birisi səhifədə də gərək olsun. Olma Haqqı Teala buyurdu. Bunların suallarına cevablarını ben sana talim edim. Ta ki onlar dahi cevablarını alıp Müslüman olalar və haqqı peyğəmbər idi ki. İndi burada kitab görürsünüz çox sadə bir dillə və gözəl yazılıb. Bundan belə ki, bu kitabın da qələmi düzgün bir qələm deyil. Ha belə necə o kitabda ərz elədim ki, o kitabda da əksi bir cür çalıblar ki, mənim gözüm tar görürdü. Yəni tərpəşir elə bir məsələ. Burada da ona yaxın bir vəziyyət var, amma bunu daha rahat oxuram ondan. Çünki onun bəzi kəlmələri mənə çox tanış gəlmədi. Və nüqtələr, kəlmələr onun tanış olmağıma çox zaman istər. Yəni ən azından 1-2 saat, 3 saat, 4 saat o kitabı oxumalıyam, bir 10-20 səfər ki, onun yazıları ilə gözüm, sonra da beynim tanışsın, eləyə bilsin ki, çünki hər adam bir kəlmə yazanda, bir kəlmə neçə hərfin bir-birinə vuruşub yapışmağı ilə, qavışması ilə bir kəlmə düzəlir. Bunu da kitabda yazanda hərənin qələmi bir cür yazır, nöqtələri bir cür qoyur. Bu da fərqləri yaradır ki, hər adam necə o dünyada tayı yoxdur, əl yazısının da tayı yoxdur. Ondan dolayı mən o kitabda biraz daha çox zorluq çəkdim. Ehtimalən biraz da dilinin fərqi var. Amma bu kitab məncə çox qolaydır və hətta iradını da tapdıq. Əgər mən keçən seridə bu kitabı görmüş olsam ki, görmüşəm, nəzərimə gəlir. Amma oxumamışam ya da ki, elə bu səhifələrin qatışmasından görə oxumamışam. O burada görünür ki, çox rahat bir kitabdır. Bundan belə ki, deyirəm, uzaqdan baxanda gözlərimdə elə bir ki, məsələn, qarışqa hərəkət edir, yazılar hərəkət edirlər. Amma yəni oxumağı çox rahat gəldi mənə. İndi bu kitabın biraz da oxuyaq, gələk o bölümlərinə, o bölümlərin üzü ilə də bunun səfərlərini düzəltmək olar əlbəttə. Və haqqı peyğəmbər erdik zahir və sabit ola dedi. Haqq və haqqı peyğəmbər edikün zahir və sabit ola dedi. Hazreti Resulullah aleyhisselam şad hürrəm olub Haqqı Teala Həzretinə çox şükürlər qıldı. Ondan sonra ol cühudlərə ayetdi əlbəttə. Əgər suallarınızın cavabını eşidib qəbul edəcək olursunuz, benim haqqı peyğəmbər olduğuma iqrar edib imana gəlir misiniz dedi. Ol cühudlər etdilər, bəli, səni haqqı peyğəmbər bilib və dinini qəbul edib ümmətin olalım dedilər. Və illa ki məsələlərimizə cavab verməzsən, sən dəxi bu yalan dəvadan fərağət edib və xalqi batil yola dəvət etməkdən bəri olub, yenə əcdadın dininə geri misin dedilər. Girir misin dediler. Hazreti Resul aleyhisselam dahi bu şartı kabul edip qavl qərarı möhkəm edib iki tərəfdən şahid tutub cühudlər məsələlərini sormağa başladılar. Əvvəl sual bu aləmlərin yaradılmasından, ikinci sual cümlədən əvvəl yaradılan şeydən, üçüncü sual göklərdən və mələikələrdən,
4-cü sual ərş və kürsüdən. 5-ci sual ərşi gətirən mələklərdən. 6-cı sual ərşün xurusindən. 7-ci sual Beytil Məmuridən. 8-ci sual cənnətdən və sifətlərindən. 9-cu sual Havz-i Kəvsərdən və Tubadan. 10-cu sual yerlərdən və məxluqatından. 11-ci sual cəhənnəmdən və dərəkatından. 10-cu sual Məlikil Mevtdən. 13-cü sual Münkər və Nəkirdən. 14-cü sual İsrafil surindən. 15-ci sual mizan və qiyamətdən. 16-cı sual Sıratdən. 17-ci sual mürsəli peyğəmbər və qeyri-mürsəldən. Mürsəl peyğəmbər və qeyri-mürsəldən. 18-ci sual Süleymana nəsihət edənlərdən. 19-cu sual atasız, anasız dünyaya gələnlərdən. 20-ci sual Əsa-i Musadan. 21-ci sual Musa ilə Firavundan. 22-ci sual Həcər-i Musadan. 23-cü sual İsa'ya inən Maidədən. 24-cü sual kafir əlində olub yenə dinlərin peyğəmbərlərdən dirilən. Ölüb kafir əlində ölüb yenə dirilən peyğəmbərlərdən. 25-ci sual Şəddadun yapdığı bağı İrəmdən. 26-cı sual Davud peyğəmbər əleyhissalamdan. 27-ci sual Həzrəti Süleyman qəbrindən. 28-ci sual göyə çıxan peyğəmbərlərdən. 29-cu sual göydə və yerdə diri olan peyğəmbərlərdən. 30-cu sual əziz peyğəmbər və oğlu əhvalindən. 31-ci sual anası qarnında söyləyənlərdən. 32-ci sual 4 kərrə ölüb yenə dirilən Cərcisdən. 33-cü sual balıq qarnında Yunusdən. 34-cü sual Zülkəfl əhvalindən. 35-ci sual Əshab-ı Rəisül əhvalindən. Rəis əhvali Rəis hətta yə də var Rəis əhvalindən. 36-cı sual Əshab-ı Uxdud əhvalindən. 37-ci sual dəryalərdən və dəryaların əslindən. Aləmləri qaç gündə yaratdı? Bu aləmləri qaç gündə yaratdı? Sərvər-i Ənbiya əleyhissalam 6 gündə yaratdı dediyi cavab buyurdular. Əvvəli yevmil əhəd, axiri yevmil cümə. Əhəd günü gökləri yaratdı. Səlasa günü yerdə və bəhridə olan məxluqatı. Tamam, bu cürsə davam edir. Və biz bunları demək olar ki, indi kitabın əvvəlini tapdıq, fehristini tapdıq. Bildik ki, bu kitabın əvvəlindən bir neçə səfər düşüb amma. Amma yenə də bunu axtarmaq olar və bu kitabı səhifələrini düzəltmək olar. Yəni bu çox da qolaydır məncə. Biz bunları gördük. Tap baxsın. Kitab çox sadə yazılıb, çox rəvan yazılıbdır. Tamam hurufun səslərini qoyubdur. Harda sakindir, yəni səssiz hərfidir. Harda səsləri ə, e, ö, a, i, u. Bunların hamısını çox gözəl həm farscada, həm türkcədə, həm ərəbcədə bu səsləri qoyubdur. Çox ciddi bir kitabla qarşı-qarşıyayıq. İndi kitabın sonuna qeydində, bu kitabın sonu deyil. Hər birlikindən. İndi bunu adam bu sualı axtarıb o səfələrin içindən tapa bilər və ha belə kitabın sonunu da tapa bilər. Çünki 40-cı sual son sualdır. 40-cı sualı adam tapsa, qalanını da tapa bilər. 36 məsələn burada gördük. Əgər qalanını da tapa bilsək, 34
30, 29, 28, 27, 26. Burada ehtimalən buracı yoxdur. 25 buradan başlayır. Ehtimalən bunların içində bir şeylər tapa bilərik. Məsələn, bu alt yazıları ilə təşxis verə bilərik ki, hangisi düşübdür. Hər halda bu kitab çox qolay tapmaq olar. Adı təracümədir, amma mən inanmıram bunun adı təracümə olsun. Çünki bir şey yoxdur buna gəlsin desin təracümə. Mən bunun bir şey yazım, burada soruşaq görək ki. Mənim əlimdə daha bir əl yazma PDF var ki Süleymaniye kitabxanasında saxlanılır. Bu kitabın səhifələri həm düzənli deyil və vərəqlər qatışmışlar. Həmi də bir neçə səhifə başdan və sondan yox kimi görünür. PDF'in başında təracümə. Bir də baxın. Təracümə deyə ad yazılmış. Amma kitabın içində belə bir ad işlənmişsə də yox olub. Yəni itən vərəqlərdə ola bilərmiş. Bəlkə kitabın konusuna dönər isək, sən bu kitabın adın bularsan. Kitabın konusu isə Yəhudilərin alimlərinin Həzrəti Muhammed sallallahu aleyhi və səlləm ilə görüşləri və o Həzrətdən 40 soru sormaları və Həzrətin o həmən 40 soruya cavab verməsi haqdadır. İndi görək ki, bu haqda nə deyir? Eyni halda bu kitabdan da
bir-iki əks salaq və göstərək. Belə, mən bundan bir 3-4 əks salmalıyam. Bu 1. 72-ci səhifəyə gedək. Oradan bir əks salaq. 71. Buradan əks salaq. Çünki fehrist buradan başlayır. Ondan sonra bir də qeydaq, gələk bu. Orada Zülkəfli gördüm bir dənə. Bu səfənin də 27-ci sualdan da bir əks salaq. Sonra bir də gələk əvvələ tərəf. Əvvəllərdən də bir dənə əks salaq. Və bir dənə də gələk daha əvvəllərdən salmışdıq buradan. Bir dənə buradan əks salaq. Tamam. Mən fikirəm ki, bu qədər əks bu kitaba yetişər. Bəlkə də heç icazə verməz ki, bu qədər əksi biz bu kitaba yükləyək. 5 dənə əks üst-üstə saldıq. Bunları edit eləyək. Bu səfələri sürətlə oracan ki, mən yəni o qədər sürətim yoxdur da, bu mənim işlədiyim bir sahə deyil ki, sürətlə edit eləyəm. Amma bunu da edit elədik və tamam. İndi bu 5 dənə səfhəni gətirək qoyaq bu kitaba bura. Görək ki, burada bizə nə deyəcəkdir. Bu da 5-incisi. Bunları maşallah internet bu günləri çox yaxşı idi. Maşallah deyək ki, kəsilməsin. Bunu göndərək bura və eyni halda bunu əgər ChatGPT inanmıram icazə verir, amma icazə versə onu da yükləməyi istərəm yəni. İcazə vermədi. ChatGPT-nin belə bir problemi var. İndi bu gedək bu əvvəl bir sual soruşduq, onun haqqında görək bir şey deyək. Süleymaniyyə kitabxanasındakı bu əlyazma nüsxəsi və onun xas qonusu Yəhudi alimlərin Həzrət Rəsul sallallahu aleyhi və səlləm ilə görüşü və 40 sorğu-cavab bizi türk və İslam ədəbiyyatının çox məşhur bir əsərinə yönləndirir. Bu əsərin əsli adı Hikayəti Çehil Sual. İndi bunu biz burada yazaq. Hikayəti Çehil Sual yazıblar, amma bu türkcə deyil ki, bu farscadır. Aha, yazır ki, ya türkcədə 40 sual. 40'ı da şeyine yazıbdı, y-ilə yazıb 40 sual. Tamam, bu 2 dənəni yazdıq. Tamam, adı bu mənzuməsidir. Özü də deyib mənzumə deyil, bu şeir deyil. Bunu burada iştibah eləyibdir, mənzumə deyil, bunu girək yazaq, nəsridir. Bu kitab haqda, bunu burada əlavə eləsəm əlbəttə şey elər, amma əsərin kimliyi və qonusu. Bu əsər Yəhudi alimlərinin ki, bəzi nüsxələrdə onların başçısı Əbdullah ibn Səlam olaraq, elə bu da budur, zikr edilir. Mədinəyə gəlməsi və Hz. Muhammed sallallahu aleyhi və səlləmin 30 öz Tevratlarında olan
çətin sorğuları, soruşmaları haqqındadır. Buracan doğrudur. O illa ki orada deyil mənzumədir, o mənzumə deyil. Mənzumədən muradı əgər bu olasa bir toplu suallardır, doğrudur. Amma əgər mənzumədən sual şeir olsa doğru deyil. Dastana görə əgər Həzrət bu sorulara düzgün cavab verməsəydi, onlar iman gətirəcəkdilər. Versə idi, onlar iman gətirəcəklər. Əgər bu dialoqları və Həzrətin cavablarını nəzm, şeir və ya nəsr ilə bəyan edir. Əsər bu dialoqları və Həzrətin cavablarını nəzm, şeir və ya nəsr ilə bəyan edir. Ki, burada şeir yoxdur, fəqət hamısı yazar haqqında. Bu konuda ən məşhur türkcə mənzuməni Əbdülvasi Ülvi ya Ələvi 15-ci yüzilin əvvəlləri yazmışdır. Bu mənzumədir. Bu bizdə əlimizdə olan mənzumə deyil. Lakin bu dastanın fərqli şairlər və katiblər tərəfindən yazılan çoxlu nüsxələri var. Süleymaniyə olan təracüm başlığı böyük ehtimalla bu əsərin başqa bir dildən farsca və ya ərəbcədən türkcəyə çevrildiyinə işarə edər. Nüsxənin xüsusiyyəti, təracümə. Sizin gördüyünüz təracümə kəlməsi əslində tərcümeyi 40 sual ifadəsinin bir hissəsi ola bilər. Dağınıqlıq. Süleymaniyə kitabxanasındakı bir çox məcmuələrdə bir neçə kitab bir yerdə cildilənir. Əgər səhifələr düzənli deyilsə, bu nüsxənin bir cüngü və ya bir katibin özü için köçürdüyü bir toplu ola bilər. Bu da deyil. Bu əsər adətən sadə Anadolu türkcəsi və ya klasik Azərbaycan türkcəsi ilə yazılırdı. Ya ta xalq arasında rahat oxunsun və dini bilgilər öyrədilsin. Kitabın yazarı kim ola bilər? Əgər bu bir mənzumə, şeir isə ki deyil, böyük ehtimalla Əbdülvasi Ələviyyə aiddir. Lakin əgər nəsr düz yazı isə, bu Qissəsül Ənbiya kitablarının bir hissəsi və ya müstəqil bir risalə ola bilir. Süleymaniyyənin kataloqlarında bu dastan-ı çehil sual adı ilə də qeyd olunur. Tövsiyə. Kitabın başından və ya ortasından bir neçə beyt və ya sətr paylaşsanın onun dəqiq hansı şairə, məsələn, Ələvi yaxud başqa bir katib aid olduğunu və ya dəqiq hansı nüsxə olduğunu təyin etmək olar. Özəlliklə sorulardan birinin mətni, məsələn, yerin və göyün yaradılışı haqda olan sorğu, kimliyi aydın etmək üçün kömək edər. Bu əsər öz dövründə həm ədəbi, həm də təbliğati dini müdafiə baxımından çox əhəmiyyətli idi. Sizin əlinizdə olan nüsxə bu dastanın nadir və bəlkə də hələ tam araşdırılmamış bir çevirməsi ola bilir. Əlinizdəki bu nüsxədən bir nümunə, əks və ya mətn göstərmək istərsinizmi? Göndərdik. Göndərdiyiniz şəkillər və özəlliklə Süleymaniyyədəki bu nüsxə qırmızı çərçivəli və rəngli başlıqlı mətni bu əsərin kimliyini tamamilə aydınlatdı. Bu əlyazma məşhur 40 sual kitabıdır. Lakin şəkillərdəki mətnlərə diqqət etdiyimizdə bu nüsxənin bir neçə fərqli hissədən ibarət olduğu görünür. Nə mənə? Əsərin adı və müəllifi. Bu nüsxə əslində tərcüme-i 40 sual adlanır. Sizin gördüyünüz təracümə yazısı da bu başlığın bir hissəsidir. Bu əsərin ən tanınmış mənzum şeir versiyonu Əbdülvasi Ülviyə Ələviyyə aiddir. Sizin əlinizdəki nüsxə isə dastanın daha çox nəsr, düz yazı və sadələşdirilmiş türkcə və versiyonudur. İçində şeirlər və qırmızı rənglə yazılmış sual başlıqları var. Şeirlər yoxdur, mən görmədim. Ən azından mən görmədim. Bəlkə də var imiş, diqqət eləməmişəm. Amma burada bu göndərdiyimiz 5 dənə əksə bir baxaq. Tamam, bunu ən böyük şəkildə
Burada görmürük. İlla ki deyək bunun içində oxusaq görərik ki, belə bir şeir vardı. Mən görmürəm. Burada da yoxdur. Yenə görmürəm. Burada da yoxdur. Elə bilər burada olsun. 11-ci sual məmur çoxdur həsəbi verinci və dedi. Süleyman etdi və İran çox dedi. Yoxdur. Mən bunlarda görmədim. Yəni ola bilər ki, bu bir xətadır şeydə. Dedikdə ki, bu AI-lara etimad eləmək əsla mümkün deyil. Çünki gedir fars mənbələrdən, ingilisi mənbələrdən, Fransa mənbələrdən, Rus mənbələrdən, nə bilim, oradan buradan toplu ki, bunların hamısı bizim ziddimizə, bizim qarşımızadır. Tamam. Şəkillərin təhlili. Burada Yəhudi alimlərinin ki, cühudlər kimi zikr olunublar, Həzrəti Rəsul sallallahu ilə mübahisəsi və iman gətirmə şərtləri aydın görünür. Səhifənin sonunda əvvəl sual, ikinci sual və beləcə davam edən başlıqlar var. Ki, dedik fehristidir. Burada daha dərin, ikinci bir ayrı əksə baxır. Daha dərin dini suallar, məsələn, peyğəmbərlərin sayı, nazil olan kitablar və suhuflar haqqında soruşulur. 5-ci İsa peyğəmbərdir. 6-cı Davud peyğəmbərdir kimi ifadələrlə peyğəmbərlərin tərtibi açıqlayır. Cırcız peyğəmbər dastanı burada çox cəlib bir nükət olur. Sizin əlinizdəki bu nüsxə bir məcmuədir, məcmuə deyil. Yəni, fəqət 40 sual deyil. Bəlkə ondan əlavə Cırcız peyğəmbər, yerində bunun içində var idi. St. George dastanı da bu kitabın içində yer alıb. 308-ci şəkildə Cırcız əleyhissalam adı dəfələrlə keçir. Ki, burada o kitabda var, yəni bunda var. Nüsxənin xüsusiyyəti, xətt və tərtibatı, təzyinatı. Xətti çox təmiz bir nəsx xəttidir. Kəlimat üzərindəki hərəkətlər, əyrab və qırmızı çərçivələr bu nüsxənin etibarlı və nəfasətli bir kitab tərəfindən yazıldığı göstərir. Şimdi dedik, bu o qədər də deyil. Çünki bunun üstündə o mikrometri həndəsi və mühəndislik işlərini görmürük. Çox sadə və vəzlə çəkilibdir. Dil, əski Anadolu türkçəsi və ya klasik Azərbaycan türkçəsi ilə yazılmışdır. Eydər oldu, dedi kimi kəlmələr dövrün bariz özəllikləridir. Didi kimi yazılıbdır, dedi kimi yazılmıbdır. Nüsxənin dağınıqlığı. Süleymaniyyədəki təracümə adlı faylılar adeta bir neçə risalənin bir yerdə cildlənməsi ilə yaranır. Sizin qeyd etdiyiniz səhifələrin qatışması böyük ehtimalla səhafin və ya katibin səhifələri yanlış sıralamasından irəli gəlir. Ki, dedik, bu da deyil, bəlkə kitab cırılıb da oradan dağılanda beləsi götürüblər, qoyublar, tərsə qoyublar. Çünki bunu oxuya bilməyiblər. Yəni, bu kitabı qoyanın savadı yox imiş ki, bunu oxusun. Ehtimalən bu keçən 100 ildə bu kitab cırılıb, dağılıbdır. Bəlkə də o kitablardandır ki, necə mən özümün şəxsən bu təcrübəm var. İran inqilabından sonra yüzlərcə, bəlkə milyonlarca kitabları insanlar qorxularından atdılar çöllərə, dəfn elədilər filan bəhman, ya yandırdılar. Ki, mən özüm bu kitablardan bir çox yığmışdım, gətirmişdim evə. Qəbristandan tapmışdım, gətirmişdim. Ki, bunlar gördük belə bir vəziyyət. Yəni, qorxulu vəziyyətdə ehtimalən Atatürkdən sonraki bir qorxu yaranıbdır. O qorxuda bu kitabları da oxuyamaq gücü əldən gedibdir. Cırılıqlığına görə adam istəyib saxlayır, onu götürübdür qıyığına, çətdəymiş, hardaymış, qıyığına tikibdir, bizlə dəlibdir, tikibdir, hər halda saxlamağına saxlayıbdır. Allah əgər ölmüş olsa rəhmət eləsin. Ki, ehtimalı da çoxdur, rəhmət
rəhmət olubdur. Allahın rəhmətinə gedibdir. Allah rəhmət eləsin, bu kitabı bizə saxlayıb. Yəni bunu çox qolaycası mən getsəm bu kitabxanaya, şəxsən özüm bir gün yolum düşsə getsəm, bu kitabxanaya gedərəm, deyərəm ki, sizin kitablarınızda belə bir qəziyyə vardı. Verin, mən düzəldim sizə bunları. Hə, mənim əlimdə çox rahatdır. Mən gündə bu kitablardan 10'un düzəldərəm sizin üçün. Və hətta için də doğrusunu sizə deyərəm ki, bu kitab nə üçündür falan. Mən çünki bunları çox rahatca oxuya bilirəm indi. Əvvəldə çox zəhmət çəkirdim. Yəni bir il yarım, bir il bundan öncə mən bu kitabları oxuyanda çox zora düşürdüm. Amma indi isə Allaha şükür olsun biraz irəliləmişəm. Yenə də zorluğum var. Amma o zamanki ilə bu zamankini müqayisə eləmək olmaz. Yəni o zaman 0 deydim, indi deyək 10 deyəm. Yəni 10'u 0'la müqayisə eləməzlər qətən. Xülasə, sizin əlinizdəki bu dəyərli əlyazma tərcümeyi 40 sual ilə yanaşı hikayət Circiz Peyğəmbər kimi deyəcək. Bu deyil, tamam, bunu da dedik ki, bu deyil. Yəni bu adam, bu şeyi biz çox da sözlərinə baxmayacaq. Bəzi şey üçün bizə yetərli məlumat verdi. Tamam, bu kitabı biz gördük, kaş eləyə biləydik. Bunun son səhifələrindən də bir dana tapsaydıq. Yəni 40-cı sualı əgər bir yerdə tapsaq çox yaxşı olar. Bundan izafi kiçikləşmir ki, deyəm 32, aha, gəldik kitabın əvvəlinə yetişdik. Burada 31-ci sualdan başlayır. Dedik ki, kitabı tərsə qoyduqları, cırıldığı üçün, səhifələri qaçışıq qoyduqları üçün, savadları yetişmədiyi üçün ki, oxuyalar bunu düz qoyalar. Belə görürük, amma burada da sualları gene görürsünüz. 8, 9, 10, 12, 13, 14, 16 və 17, 18 soruları görürük. 20, 21, 22, 23, 24, 25. Burada 50-ci də ehtimal. 50 səhifə yoxdur. Bu səhifə olacaq 50. Yazıblar burada, amma o deyil. 26, 27, 28, 29, 30, 34. Burada bir şey yazılıbdır, amma siliblər təəssüflə. 36. Burada ikinci sual. Baxın, biz qətən bu ikinci sual deyəndə biz bunları oxuduq. Birinci suala gəldik, birinci sualı burada oxuduq. Bu da bunun 60 neçinci hər halda. Ehtimalən bu axir səhifə ola. Mən axir səhifədə olmasa bunu biraz qeydim dalıya, bunu bir oxuyayım, görüm ki, burada bir şey tapa bilirik ya yox. Çünki kitabın təqribən sonlarına gəlmişik. Bu axirdən bir-iki səhifəni oxusaq bizə abid etdi Allah Teala oldur kim yerləri və gökləri və ay günəşi və yıldızları və cümleyi məxluqatı yoxdan var edibdir və cəmisinin rizqini verir. Dilərsə cümlesini yox eylər dedi. Bu oxuduğum anın kəlamidir dedi. Oğlan etdi. Ey əziz, lütf eylə, bu kəlam-ı şərifi bana təlim eylə və həm ol. Bu ayrı bir dastandır. Yəni indi burada cidden bir ayrı dastana rast gəlirik. Çünki Həzrət Peyğəmbərin sözü deyil. Burada bir ayrı nağıla geçibdi. 36-cı sual, yox, sualın cevabıdır. Yazıb zikr olundu. 36-cı sual. Əshab Uxdudidən xəbər ver, ya Məhəmməd, dedilər. Sərvər Ənbiya aleyhisselam cavab verdi ki, Əshab-ı Uxdud bir taifə idi, Bəhreyn və Yəmən hədlərində olurlardı. Amma pək muanid idilər. Yəni ziyadə sahirlər idi. Bunların bir oğlu var idi. Ani mabeyinlərində bir sahirə vermişlər idi ki, sehr öğrənə. Hər sabah varıb sehr öğrənirdi. Akşam olacaq atası evinə gəlirdi. Məgər o oğlanın yolu üstündə bir abid kimsənə var idi. İsa aleyhisselamın ümmətindən idi.
ol abid, nağılı beləsi başlanır. Həzrət Məhəmmədin dilicə beləsi deyir ki, ortasını da oxuduq, amma bunun davamına görək nə deyir. Oğlan etdi, ey əziz, lütf eylə bu kəlam-ı şərifi bana təlim eylə və həm ol dediklər dediğin Allah'ın təriqini bana təlim eylə dedi. Abid gördü ki, ol oğlanıda qabiliyyət var. Həman etdi olsun, amma bu şərt ilə kim atan və anan və sair kafirlər duymasın, eşitməsinlər. Dedi, oğlan ol sözü qəbul etdi. Ondan sonra hər gün varıb o ögrənür idi. Bir gün abid qatindən evə gedər ikən gördü ki, bir yerdə bir alay adam üşüb qələbə edərlər. Aya bu qələbə nə ola deyib, aya sözü burada işlənibdir. Aya bu qələbə nə ola deyib, yanına vardı. Gördü ki, məgər bir əjdərhay əzim xəlqün yolunu tutmuş kimsə ana yəqin varəməz. Oğlan etdi. Əgər abidin sözləri gerçək isə və dini haqq dini isə və dediyi Allah hərasində qadir isə və dediyi Allah hər işində qadir isə bu vaxt bu əjdərhayı bənim əlimdə həlak eyləyə dedi. Həman əlinə bir taş alıb o əjdərhaya ürdü. Allah-u Teala'nın əmri ilə o taş əjdahanın başına tokunub filhal həlak oldu. Oğlan elhamdülillah abidin dediyi haqq dini imiş, ol bana dediyi Allah'ın ali inayetinlə əjdərhayı öldürür dedi. O əjdərhayı öldürdüm dedi. Abid etdi, sana bəşarət olsun kim dünyada sənin əlindən çox fətihlər olsa gərəkdir dedi. Və cəhanədə adın məşhur və dillərdə söylənsə gərəkdir dedi. Amma benim cəfa çəkməkə taqətim yoxdur səndən. Umaram ki, bəni kimsənə deyib bəlaya uğratmayasın deyib ana nəsihət etdi. Buradan bu icəsi yoxdur. İqtidarları qalmayıb axiril əmri Məkkə və Yəmən cühudlərinin alimləri bir yerə cəm. Görürsünüz buradan oxumuşduq, elə odur. Amma təəssüflə görürsünüz bu da dastanın axiri deyil. Yəni dastan kitabın əvvəlindən neçə səhifə düşübdür, axirindən də neçə səhifə düşübdür. Kitabı hər halda bu günləri iki kitabla tanış olduq. Məncə bu ikinci kitab mənə daha çox önəmli gəldi. Birinci kitab Mənzumi Yusuf Züleyxa idi. Bir calib qələminə yazılmışdı. Mən onu oxumaqda çox zorluq çəkdim, oxuya bilmədim əslində. Qələm bir cür hərəkət edir kağızın üzündə ki, mən təşxis verə bilmirəm kəlmələri. Və ikinci kitab adı təracümə gördük bu kitab. Ehtimalən qabaqcında bunu görmüşdüm, amma gördük ki bu kitab doğru cırılıbdır, doğru bunu qoya bilməyiblər. Onun üçün əvvəlindən və axirindən də bir çox səhifələr yox olubdur. Onu da təşxis verə bildik. Gedim görüm, əcəba bir ayrı kitaba da baxa bilər miyiz? Yəni bir kitab daha tapsaq və oxusaq, mən fikir edirəm ki, çox yaxşı olar. Bir qıssa kitabda buradan Divan-ı Əskəri. Bu kitab PDF-in başında yazdıqları ad Divan-ı Əskəri 1288-ci ildə qəməri ilində və 276 səhifədə yazılıbdır. Mən əvvəl bunu hesablayayım, görüm ki, əcəba bu, əlbəttə bu kitab əskər olduğu üçün, yəni savaş elmləri ya orduya özəl olduğu üçün çox önəmli bir yer daşıyır
Bundan çıxsaq 1288-1288-i 1400-159 il bundan qabaq yazılıb bu kitab. Doğrudur. Bu kitabı əslində mən oxumaram bu kitabları. Çünki bu kitablar məmulən düşmənlərin bunlarda etkisi çoxdur. Bu, amma əskər, divan-ı əskəri ola, əcəba şeiridir, ya ordu məsələsidir, bunu bir görək. Divan deyəndə olur, normalda şeirlər olur. Amma kitaba diqqət edəndə görürük ki, bu kitabın üstü göndür və üstündə basma nəxşələr var. Amma kitab çox işləndiyi üçün kitabın rəngi də qərəlibdir bəlkə, biraz da gedibdir, bəlkə də qəriymiş, biraz ağarıbdır, orada görsənir. Kitabın dövrələrinə baxanda görürük ki, hər dörd tərəfinə baxanda görürük ki, gön özü də çürümə halına gedibdir. Amma kağızların da orada-burada ağzı görsənir, ucları görsənir. Onlar da bəllidir ki, çürüyüblər, sararıblar. Bir ayrı səhifəyə baxırıq. Kitabı açanda görürük, kitabın ortası, yəni Şirazə cırılıbdır. Kitabın cildə yapışan səfhə Şirazə ilə kitaba yapışan yerdən qopubdur. Bunu görürük. Kitab Süleymaniyyə kitabxanasında saxlanır. Üstündə latincə yazılıbdır. O birisi səhifəni açanda görürük ki, bir yazı ilə 1933-cü ildə və Qəmusət ayında, nə mənədir bu bilmirəm, Xoruzli, nə mənə burada bir dənə 5 yazılıb, 5-də, elə mən ayın 5-də Xoruzli ana dilə öləri oldu. Ana dələ oldu. Ehtimalən anası bir şey olub. Tarix Ən-Nəbi 1354. Mahi Rəbiül Axər. O anasına bir şey. Ruzi çarşənbə gecəsi saat 2-də ana dilə öldü. Ana dəli oldu ehtimalən. Anası dəli olubdu bu saatda. Allah rəhmət eləsin. 1933-cü sənə Qəusət ayının 5-də Xoruzli ana dəli oldu. Anası dəli oldu. Tarix-i Nəbi 1300, o üstə yazdığın qəbul eləmir. Təzəşdən 1354-cü ildə Mahi Rəbiül Axərdə çarşənbə, əlbəttə burada yenə də 5-də yazılıbdır. Anın 5-də ya ayın 5-də. Mən beləsi görürəm, bəlkə də şey deyil. Ruzi çarşənbə gecəsi saat 2-də ana dəli oldu. Allah, mənim də atam beləsi bəzi tarixləri yazardı Quranın qırağında qalsın deyə. Bu birisi bir ayrı səhifəni açırıq. O səhifədə Bismillahirrahmanirrahim yazmaq, bəzi şeyləri yazmağa, örgəşməyə çalışıbdır. Bu da bir murad ad burada görürük. Bismillahdan sonra bəzi şeylər yazılıb, amma mən molla filan kəs həman kitabı təhqiq edib yazana aqildux ilahi nə mənə bu cürsü bir şey yazılıbdır, qalanı oxunmur, silinibdir. Şeirdir kitab ordu haqqında deyilmiş. Bunu mən Əskər adında bir adamın divanıdır. Çox gözəl bir xətt ilə yazılıbdır. Əvvəl Bismillahla başlayıbdır. Burası budur. Kitaba 2 dəfə ən azından su gəlibdir. Kitabın 4 dövrəsinin su gəlib alıbdır. Kitabın ortasına da belə su gedibdir. Quruyub yerləri qalıbdır. Kitabın şeirlərin dövrəsi, Bismillahın özünün dövrəsində çarçıvə çəkiblər. Həm Bismillahın özün çarçıvə, həm də dövrəsində ki, boş yer var. Orada çarçıvə çəkiblər. Şeirin, hər şeirin bilirik ki, 2 bəndidən ibarətdir, yəni 2 misrədən ibarətdir hər beyt. O beytlərin başdan aşağı ayırıblar, qıraqdan da ayırıblar. 2 dənə cizgi ilə, qırmızı cizgi ilə ki, yenə də çox da dəqiq deyil. Kitabın təqribən boş yeri qalmayıbdır, hər yerin yazıblar. Kitabın son beyti də, hər şeirin son beyti də yenə bir çarçıvədədir və o birisi beyti də başlığı yoxdur, yenə də beləsi davam edir. Çox bir gözəl xətt ilə və hər xətt kəlmənin, hər hərfin kəlmədə səsini də qoyubdur. Ta oxuyanlar eləyə bilsinlər ki,
türkün o zamanda, o məkanda ədəbi dildə yazıldığı bir vəziyyətdə ya hətta o məhəllin ləhcəsində yazıldığı bir vəziyyətdə oxunsun. Onun üçün bizə bir çox böyük bir xidmət edib ki, biz bu günləri türkcəni baxanda türk dilinin değişim tarixini də eləyə bilirik ki, bu kitabların üzündən çıxadaq. Özəlliklə bu səsləri olan kitablar bizə çox önəmli şeydir. Kitabın 276 səhifədən ibarət olduğunu görürük ki, PDF-də 138 səhifədə görsənir. Bəzi şeirlərin misrələri çox uzundur, bəzi şeirlərin misrələri çox cıqqılıdır. Burada bir danasını görürəm, umaram ki, bunu bu günləri oxuya bilərik. Kitab çox gözəl bir xəttlə yazılıb oxumaq olar, amma dediyim kimi ehtimalən mənim gözümdə bu günləri iyrət vardı, tərpəşmə vardı. Əlbəttə bu kitabda çox tərpəşmə görmürəm. Amma bəlkə də sürətlə gedəndə nəzərimə gəlir ki, hərflər hərəkət edir. Amma məsələn burada bir şeiri görürəm ki, misrələr çox uzun kəlmələrlə yazılıb, yəni ağır şeir olacaqdır. Bu bir divandır və dediyim kimi məncə çox da bir gözəl xətti var. Bundan da bir əks salarıq, verərik, görərik ki, nə deyir. Mən bu sürətlə bu səfərlirəm, vəraqlıram ki, bunu... Burada yetişdik bir yerə, calibdir. Kitabın ehtimalən təmmət, bəli, 193-cü səhifədə kitab, təracümə də geçdi, üçüncüsünə yazaq. Üçüncü kitab ki, bu günləri açdıq, vəraqlayaq, adı Divan-ı Əskəridir. Ad Divan-ı Əskəri. Bu əskər sözü də ərəbcədə də işlənibdir. Bəğdadda əskəriyyə filan zat vardı. Bu da o deməkdir ki, onlar türk torpağı imiş. Mən dünən bu haqqında biraz dedim, kitablara işarə eləyərək. Bu günlərdə yazma. İndi burada bu şeirin axirində, bu şeirlər qutarandan sonra bir tarix yazıbdır. Bu şeirin haqqında, kitabın haqqında. Yazı tarixidir ya da bu nüsxə tarixidir, bilmirəm. İndi bunu əvvəl bir axtarım, görüm ki, hansıdır. Təmmətil kəlam və ownil məlikil mənnan qəlilül ehsan kəsirül üsyan. Niyə burada qəlilül ehsan deyib Allaha? Bilmirəm. Allah qəlilül ehsan deyil əlbəttə. Bəlkə də qəmlilül ehsandır. Belə bir şeydir. Mən bilmirəm bunu necə oxuyum. Kəsirül üsyan. Allah da kəsirül üsyan olmaz. Yəni bu da bu qəlilül ehsan kəsirül isyan. Bu deyil. Ehtimalən beləsi oxunacaq. Təmmətil kəlam və ownillahil məlikil mənnan li yazmayıbdır. Li qəlilül ehsani yox, Allahın ki, dərsən bu imkanı yoxdur ki, deyək ki, şeydir, qəlilül ehsanlar üçün, çünki qəlilül ehsan yoxdur dünyada. Məsələn, bizim birinə bir ehsan veririk, biz Allahın iradəsinin xaricində, dışında deyilik ki, Allahın iradəsi bizim əlimizdən davam edir. İndi bunu hər halda bu yazan kimdir? Molla Ömər İbni Məhəmmədyar yazar ya da nüsxəçi, bilmirəm hansıdır. Bunu axtarırıq, görürük. Molla Ömər İbni Məhəmmədyar. Burada bir şey yazıbdır, şeir şeklində yazıbdır. Təllaqdır elə bir, ya təllaq, belə bir şey, təllü. Əl-xədd-i baqi və irfanil əbdül asi, belə əbdi asi. Belə bir şey olacaqdır. Molla Ömər İbni Məhəmmədi təllü, mən bunu təllüsünü də yazım, 2 dənə lamından yazılıbdır, təşdid qoymayıbdır. Təllülü, 3 dənə təşdid var. 3 dənə təllülü, təlləlidir bunun əsli. Əl-xədd-i baqiyun və ömrü faniyun, əl-əbd asiyun. Xətt, yazı daimi qalar, ömür qutarar, bəndə günahkardır. Və Rəbbi afiyun, Allah da bağışlayıcıdır. İbtida eylədim, kitabı yazan, düzüstü deyir ki, ibtida eylədim, Mühərrəm ayının 7-ci günü. Kitabın yazmağına tarix Mühərrəm 7-si. Cümə günü, cümə axşamı. 7-ci günü, Mühərrəm gün,
cümə axşamı, özü də cümləyə düşürmüş, yəni cümə axşamına düşürmüş. Cümə axşamı, bu cümə axşamı demək, yəni Azərbaycanda bu yazılıbdır. Çünki biz, fəqət Azərbaycanda cümə axşamı bizim bir günümüzdür. Türkiyədə buna nə deyirlər? Görüm nə deyirlər Türkiyədə? Çarşamba, Pərşənbə. Pərşənbə deyərək yazırlar. Bizdə Pərşənbə yoxdur. Bizdə cümə axşamı var. Cümə axşamı özü gün adı olduğu üçün bu Azərbaycana aid olmaq bir şairdir. Amma il hancısı? Sənə. Sənəni də yazıbdır. Səneyi 1288-də bu kitabı yazıb. İntiha eylədim Rəbiül əvvəlin. Başlanğıcı bu ildə başlayıbdır. İntiha eylədim Rəbiül əvvəl. Burada başlayıbdır. Başlamış. Burada da intiha. İntiha eyləmiş. Gedək burada. Yazaq ki, nə mənə? Rəbiül əvvəlin ayının 27-ci günü. Rəbiül əvvəlin 27-ci günü cümə axşamı yenə, cümə axşamı, amma eyni ildə olacaq ehtimalən. İndi əcəba, burada bir sual gəlir qabağa. Bu kitabı yazan bu tarixdə yazıbdır, şair bu tarixdə yazıbdır. Mənə gəlir ki, kitabı yazan, yəni nəssah, xəttat bunu bu tarixdə yazıbdır, amma bunu axtarıb tapmaq olar. Yəni, indi burada ondan sonra mətləbi müxəssəs deyə bir mətləb yazılıbdır, ayrı qələminə. Heç ilgisi yoxdur kitabda şeir yazılan, xəttə ilgisi olmayan bir qələminə, yazı ilə bir yazı yazılıbdır. Neçə səhifə? 2 səhifə. Hərəsi də ayrı bir sənətdir. Yəni, biri mətləbi müxəssəs, biri də Allahum mərziqna və la həbana li əhibbayna. Ərzuqna və li əhibbayna amin. Allah bizə ruzi ver və biz sevdiklarımıza da, ya bizi sevənlərə də ruzi ver, amin, ya müin deyə yazılıbdır. Pənd-ü nəsihət, buradan bizə pənd-ü nəsihətdir. Buna tarix qoymayıbdır, amma aşağıda bir ayrı xəttindən bir şeylər yazıblar ki, soralar, çox soralar bir şeydir yazılıbdır. Amma burada da yenə də bir ayrı tarix burada görürük. 1318-ci ili qoyubdur bura, səni 1803. Yəni, bu da bir ayrı səhifədə bir də tarix sadir şüd Hüseyin ibn Əmrullah fi 13-cü mahi Məhərrəm ruzi yekşənbə səni 1318 tarixi Rusiyə fi siyyə İran səni 1900 ehtimalən belə bir şey. Burada da başlayıb buram CG 30-cu İran deyil, üzr istəyirəm, bu İran deyil. İran. Tarix, Tazaşdan bir ayrı tarix yenə vardı bu kitabda. Yəni bu kitabda çoxlu, aha, o üstdəki xəttinə ki yazılmışdı, burada bir şey yazılıbdır. Kitabdan əlavə əlbəttə. Burada o xəttinə çoxlu bir şeylər o bir səhifədə yazıb, mən onu görmürdüm. Mən burada bir, aha bunu görürdüm, amma bu da o deyil. Bunu gərək çevirək, çox çevirək, gəlsin ora. Tərsə düşdü burada. Bir dana çevirsək, bu gələr bura, tamam. Beləsi. Tarixi sadir şüd. Mədinə xanım Bəng Seyyid Abid fi şəhri Şəvvali 1297. Tarixi sadir şüd. Əmuhani nəmənən Benti Seyyid Abid fi şəhri Cəmadil Axər 1211 ya 81 ola bilər, 81 olsun. 81 olacaqdır.
91 də ola bilər əlbəttə. Amma bunlar yəni hər üçü oxunur. 11 də oxunur, 1299 da hətta oxumaq olar bunu. Tarix şüccəndə bu kitablar əldən ələ keçmə. Tarixi vəfat şüdən Məhəmməd Pay ibn Seyyid fi 2. Mah-i Məhərrəm 1310. Bu kitabın əldən ələ gəlməsi, indi buradakı tarix görmüşdük. O tarix nə idi? Burada yazmışdıq. Ora getməyə ehtiyac yox idi. Dedik ki 1288. Bu tarixdə bu şeirin yazması qutarıbdı. Amma biz burada kitabda gördük ki 1288 də ola bilər, 99 da ola bilər, 91 də ola bilər, 1297 və 1299 ola bilər ki, bu 99 olacaqdır. Çünki burada 1297 gəlmişsə, bu ondan öncəyə gedə bilməz. Çünki bu 1299 ola bilər. Tamam, bu 1299'dur. Bunu da bildik. Burada da bir ittifaq düşübdür. Bu səhifədə çoxlu tarixlər var. Mən bu kitabı yenə çevirim gəlsin, düz dursun ki, eləyə bilək bu tarixlərə bir baxaq. Bu iki dənə oxuduq. Tarixi mad şudən Pari Molla Əmrümləmə 1314. Tarixi. Mənim dedəm kimi, burada kitabın burada götürübdü, evdə bir kitab varmış, hər kəs ölübdü ya bir şey olubdu, onu götürüb. Tarixi sadir şüdəni Əbu Bəkri Məhəmmədyar Əzmadər. Əbu Bəkri Məhəmmədyar oğludur. Nənəsindən doğduğunu tarixin burada 1287-də doğubdu. Şimdi dedik bu kitab 1288'dir. Nə cür ola bilər ki? Aha, kitabı alıbdı, sonra o tarixi ki yadındaymış, tarixi yazıbdı. Yəni beləsi ola bilər. Ondan ayrı ola bilməz. Fi Qəzzi şəhri Şəban. Qərri şəhri Şəban. Yenə bir ayrı tarix sadir şüdəni Ömər İbni Məhəmmədyar az madərdir ehtimalən 1271. Dedim bu uşaqlarının bir-bir nənəsindən doğduğu tarixləri bu kitabın sonunda tarixi yenə də bu cüzü bir şeylər vardı. Cedid Aliyə 82 var, 79 var. Tarixi sadir şüdəni Seyyid Nahiyə Əddin Vilayət Seyyid Abid 1285. Beləsi bir tarixlər görürük və sonra yenə də bir ayrı bir səhifə ilə səhifələrlə və yazılarla qarşılaşırıq ki, uzun da bir yazı var. Yəni mən deyirdim ki, bu kitab, yəni əslində mən əgər bura qeysəm, bu kitabın burada 2 səfhə məlum zəmiri suati zəmiri savati əhli mühibban oldur ki, bu yolu göngəl məhəbbəti ilə göngül məhəbbəti ilə gedibdürlər. Göngül nə eylər bir-birinə bağlanın bir-birinə cavab şafilər və güzarişat safilər yerləşmək ilə. Tamam, beləsi bir rapordu yazıbdı. Sonra bir duadır. Bu 2 səfə qutarandan sonra ortada bir səhifədə ölənlərin, zadın olanların, doğanların, ölənlərin tarixlərini qoyubdur, satıb atmağı qoyublar. Sonra bir ayrı səhifədə də bir yazılar yazılıb ki, oxumadım nədir. Sonra Bismillahirrahmanirrahim deyə və behi nəstəin bir yazı başlanıbdır. Bu yazı uzundur. Fərmudi Mevlana İbrahim Əfəndi Qəddəsə sirruhullah sirrəhul əziz Qəddəsəllahu sirrəhul əziz deyə başlayan bir şeydir. Birinci səhifəsi yaxçı xəttinə, yəni xətti yaxçıdır, mən oxuram bunu təbiətən, amma ikinci xətti də daha gözəl demək olar yazılır və neçə səhifədir, yəni mən baxıram, bu getdikcə özü bir kitabçadır əslində və 102-ci səhifədə qutarır, tazaşdan bir ayrı yazı ilə başlanır. Ata və ananın belə bir şey buradan başlanır. Biraz bunu kiçildim. Burada yenə bu kitabın içində, yəni bu kitab neçə kitab? Bunu göstərir ki, bu kitab nüsxədir. Niyə ki, bir dənə kitabdan ibarət deyil. Bəlkə
birinci bölümde şeirler, sonra bir dualardan falandan, ondan sonra bir ayrı yazı, tazaşdan o qutarır bir ayrı yazı. Yəni burada qutardı. Nəticə burada yox, tarix qoyub deyə yox. Yox, tarix qoymayıbdı. Əlbəttə oxusaq bəlkə mətnin içində taparıq. Sonra bir ayrı yazı başlanır ki, bunun da xətti fərqlidir. Bu da yenə bizə deyir ki, bu kitab sorular yazılıbdır və özdə yazanlar 3 dənə xəttlə ən azından buracan görürük ki, 3 dənə xəttlə 3 dənə qonu yazılıb. Biri şeirdir, biri bir ayrı bir şeydir. Onu hələ hesabat gətirmədik. Bu 2 dənə mətləb ki, uzun da yazılıblar. Bu da gəldi 126-cı səhifədə qutarır. Ondan sonra başlayırlar kitabın haqqında kitabın üstünə yenə tarixlər qoymağa, kim öldü, kim qaldı, belə tarixlər görünür. Calibdir bu. Sonra da gedir kitabın o harda saxlanır, orada ingiliscədir, latincədir, nədir bu? Ruscadır əslində. Ruscada burada yazılar görsənir ki, mən oxuya bilmirəm. Bu da ondan sonra gedir yenə də bir bölümlərə ki, ehtimalən Allahümme əsleh ümmete Muhammedi vəz'ən ümmətəhu nəmənə Allahümme cəəlna min ümmeti Muhammedin yenə də burada bir şey yazıbdır, şəhramdır, nədir, belə bir şey yazıbdır. Bu tür şey. Ondan sonra fehristdir, burada yazılıbdır. Yəni şeirlərin fehristi, yazının fehristi burada yazılıbdır. Bu birisi səhifədə də ehtimal verirəm şeir olsun. Yenə burada bir şeirlər yazılıbdır. Sonra surəti vəsiyyətnamə. Burada da bir vəsiyyətnamənin görürük, başlayıb yazmağa. 2 səhifə 4 səhifədə bir vəsiyyətnamədir ki, 1298-ci ildə yazılıbdır bu vəsiyyətnamə, tarix qoyulubdur. Ondan sonra səfələrə yetişirik. Bu səfələr tərsə yazılıbdır, hər cürə yazılıb. Yəni kitabı çeviriblər, tərsədən yazıblar. Bu tərəfdə də bir şeylər yazılıbdır. Yenə də aynı o birisi səhifələrdə də aynı şəkildə ola bilər şeir olsun, ola bilər. Bəzi yerdə şeir görünür, şeir halı var. Bəzi yerdə isə ayrı bir şeylər görünür. Amma hər halda beləsi müxtəlif yazılarla kitabın boş yerlərində yazılar yazıblar. Beləsi gəlir və axirdə də bu kitabın ya bir ayrı kitabdan ya bu kitabdan cırılan səfələri qoyublar bunun üstünə və əks salıblar ki, dualardır. Mən fikirəm bir ayrı kitabdan bu cırılan səfələri qoyublar bunun içinə, yazıblar buraya. Çox ciddi bir kitabla qarşılaşırıq. Buna görə ki, bu kitabı oxuya bilək, vaxt qoya bilək, qalsın bir ayrı günə Allah bizə tövfiq verirsə, imkan yaradırsa, bu kitabı bir ayrı gün oxumağa çalışarıq. Beləliklə bu günü keçirtdik. Allaha min pay şükür olsun ki, bizə fürsət verdi bu günləri. 3 kitabla tanışdıq. Birinin adı Mənzumi Yusuf və Züleyxa, oxumasında çox zorluq çəkdik. Qələmlə yazılıbdır. Ehtimalən 668 il bundan öncə yazılıbdır. Biraz qələm taraşı olanda, kəsiləndə, doğrananda doğru kəsilmədiyi üçün mən onu biraz oxuya bilmədim. Biraz da gözüm orada titrirdi. Onun tərsində ki, bu kitabda az titrədi ya da sonlarda əsla titrəmədi. İkinci kitabın adı Təracümü idi, amma o kitab gördük ki, əlbəttə bunu heç tapmadıq ki, hangi tarixdə bunu yazmışdı. Çünki bunun da haqqında ChatGPT yox, Gemini bizə çoxlu şey verdi. Aha, burada. Deyir ki, bunun farsçası, ərəbcəsi ehtimalən yox, şeir şəklində Əbdülvasi 15-ci yüzillərdə yazmış. Ola bilər bu bizim şeyimizə yoxdur. Görüm ki, bu 40 sualın haqqında bir soruşum. Mənim sizə verdiyim şəkillərə əsasən bu 40 sual dediyiniz kitabın əlyazma kitabın
yazılışı hangi tarixdə ola bilir? Hicri ilə yaz lütfən. Görək ki, bu haqda, bunun tarixi haqqında sizin və göndərdiyiniz şəkillərdəki xətt növu, kağızın keyfiyyəti, təzminatı, qırmızı çərçivələr və özəlliklə dil özəlliklərinə əski Anadolu türkcəsinin klasik dövrü, əsasən bu nüsxənin yazılmış tarixi haqqında bunu demək olar. Bu əlyazma böyük ehtimalla 10-cu hicri yüzilliyin sonları ilə 11-ci yüzillik hicri yüzilliyin əvvəllərinə təxminən 900 yazı tarixi. Burada əlbəttə yazmışdır. Yox, bu deyil. Bunu burada yazaq. Tarixi Cuman olunur əlbəttə. Cuman deyə burada yazaq ki, bəlli olsun Cumandır. 980 hicri ilə 1050 hicri arasında yazılmış olar. Bu tarixi təxmin etmək üçün belə dəlillərimiz var. Xəttin özəlliyi, şəkillərdəki xətt Osmanlı və ya Azərbaycan sahəsində yaygın olan çox təmiz və oxunaqlı bir nəsq xəttidir. Bu cür önəmli və təzyini 40 sual nüsxələri adətən 10-cu hicri yüzildə övcü nöqtəsinə çatmışdır. İmla və dil, mətndəki eydər, oldu, didi kimi kəlmələrin yazılış tərzi və hurufların bir-birinə bağlantısı klasik dövrün bariz özəllikləridir. Nüsxənin şəkli, qırmızı cədvəllər və sözlərin üzərindəki eyrablar bu nüsxənin böyük kitabxanələr və ya tanınmış alimlər üçün özəl olaraq köçürüldüyünü göstərir ki, bu ənənə 10-cu, 11-ci hicri yüzillərdə çox güclü idi. Əgər kitabın son səhifəsi xatimə və ya fərağətində olsaydı, özüm onu tapardım. Belə bir şey yoxdur, təəssüflə. Bu kitabı da gördük, amma 3-cü kitabı ki, adını atdıq, Divan-ı Əskəri deyə. Bu sadəcə bir divan deyil, bunun içində 3-4 bölümdə ayrısı vardı, ayrı əlyazmalarla. Mənim nəzərimə ki, bu Divan-ı Əskəri qalsın, bir ayrı gün onu oxumağa çalışarıq, onunla tanışmağa çalışarıq. Həm düşüncə olaraq tanımalıyıq, həm də bunun üstündə araşdırma aparmalıyıq. Özü 1-2 saat vaxt apara bilər. Beləliklə bu günü başa çatdıq. Allaha şükür olsun ki, bizə minnət qoydu və bu fikri verdi, bu düşüncəni verdi. İnşallah əgər ömür verirsə bir ayrı gün, bir ayrı kitabla tanış olarıq. Hələlik.